Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Selam əziz və hörmətli dostlar, xoş gördük. Bu günləri Cəhalət Mühəndisliklə Qələbənin 264-cü bölümündə 450-dən çoxuncu kitabı, türkcə yazılmış kitabı ki, dədələrimiz, babalarımız neçə yüz il bundan öncə yazıblar, əl yazmadı, ona baxacağıq. Deməliyəm ki, mesela dünenleri bir kitap okuduk. Bu birinci dəfə gördüm. Neydi o Fransəli şeyin adı, əgər onu tapa bilsəm. Nostradamus'a tay bir türklə dünən tanış olduq ki, kitabının üçün əvvəli yox idi, axiri də yox idi. Çox cırılmışdı. Ona görə onu eləyə bilmədik, amma şeir içində yazıbdı və gələcəyi şey eləyibdi. Kahin deyirlər də türk dilində. Kahinlik eləyib. Yəni gələcəkdə nə üz verəcəkdi, onu orada yazıbdı. Çox gözəl bir kitab idi. Mən dünənlər onun 10-15 səhifəsini oxudum. Burada onunla tanış olduq. Yəni Nostradamus üçün bizim adamımız deyil, türk deyil. Bizdə yaygındır. Amma əgər qərarlı bu cür bir şeylərə baxaq, qulaq asaq, oxuyaq, ondan heç olmasa o şey bu ingiliscə deyirlər fan eləyək, yəni kef aparaq, kef çəkək. Onda tamam özümüzün niyə Nostradamuslarımızdan daha güclü insanlara baxmayaq. Məncə o şeydir. Bunun kitabı çox mən dünən sevdim və biraz da oxudum bəzi şeyləri. Nəzərə gəlir ki, bizim elə bugünkü İran adlanan yerin o coğrafiyanı, yəni müsəlmanların coğrafiyası haqqında danışıqlarını görürük. Əlbəttə qərbə görə də danışır. Yəni bu Amerika, Kanada, Avropa bunlara görə də Məsihiyyət dünyasına görə də danışır, Yəhudilərə görə də danışır. Çünki çox oxumadım da bilmirəm ki, o birisi millətlərə görə, o birisi məmləkətlərə görə də danışır ya yox. Amma bilirsiniz ki, o zamanda neçə 100 il bundan qabaq, məsələn 200 il bundan qabaq məmləkət deyə yox idi. Yəni məsələn mərz yox idi ki, buradan bu üzə mənimdir, sən girənməzsən, oradan o üzə, belə bir şey yox idi. Bunlar 1-ci Dünya Savaşından sonra başlandı. Özəlliklə 2-ci Dünya Savaşından sonra çox ciddi olubdu. Ondan öncə bəlli deyildi haracan, kimindir. Yəni o cür şey değildi. Onun üçün də onun kitabında məmləkətlərin adı o şəkildə ki, bu gün vardı, o cür yoxdur. Amma hadisələrə qərain ilə bilirsiniz də, yəni məsələn adamlar oxuyurlar, məsələn Nostradamusu ya bizim bu türkümüzü ki, adı da bəlli deyil şimdi, çünki kitab cırılıbdı əvvəl-axırı. O qərain ilə deyir ki, hə, indi olar olmaz. Bu bizi tutur, tutmur. Ola bilər tutsun, ola bilər tutmasın, ola bilər sonralar olsun, ola bilər olub keçibdir, amma insanların zehni iləndir. Yəni çox da şey deyil. İkinci şey ki, dünən tanış olduq. Getdik o Süleymaniye Kütüphanəsinin Türkiyədə, İstanbulda, onun web saytından kitabları mərif edirdik, tanışırdıq. Çünki bir dənə kitabla, bir dənə şəxsiyyətlə tanış olduq. Əbülhəsən Maverdi adında ki, bu 1047 il bundan öncə Əbbasilər xilafəti dövrəsində yaşırmış. Bilirsiniz ki, Əbbasilər xilafəti dövrəsində bir əsri tərcümə başlayıbdı. Tərcümə çağı. Çeviri çağı. Və o çeviri çağında dedi ki, minlər kitab və 10 minlər cüzvə, risalə tərcümə olub ayrı dillərdən Ərəbcəyə və İslam dünyasında müsəlmanlar arasında bir fikir, anlayış, fəlsəfə, dünya görüşü partlayış olubdu. Və mənim düşüncəmdə şəxsən mənim zehnimə gəldiyi budur ki, o gündən ki, mollalar yaratdığı, bir-birinin üstünə qaladıqları şəriət deyə adlandırdıqları bir şey gəldi. Qur'andan və elmidən çoxaldı. Yəni mollaların sayı çoxaldı. Və bunlar oturdular, neynədilər?
tamam bu şeyləri hər kəs bir fətva istir. Onları şəriət deyələr soxdular millətin beyninə. Və bunlar o qədər çoxaldı ki, Quran aradan getdi. Quran yoxdur indi. Yəni İslam dünyasında Hovza elmiyyə deyirlər filan deyir. Bunlarda Quran diye bir şey tədris olmur. Oxunmur. Çünki Quran önəmi yoxdur. İndi şəriiyyat, yəni mollaların dedikləri, din alimlərinin, deyək beləsi, din alimlərinin dedikləri, fətvaları Quranı keçibdir. Onun üçün müsəlmanlar daliyə qaldılar. Çünki deyək ki, müsəlmanlar eləyə bilərdilər ki, 666 dana ayə deyirlər, hala nə qədərdə aşağı yuxarı onu bilmirəm. O qədər götürələr Həzrət Məhəmmədin dediyi də olardı. Bunlar gəldilər o qədər əlavə elədilər ki, tamam müsəlmanları yığasız onu taşıya bilməz. Yəni 666 ayə yerinə indi mümkündür ki 6 milyard hökm vardır İslam dünyasında ki, müsəlmanlar əməldə giriblər bunun içində bu batlağa. Bir dənə batlaq yaratdılar mollalar tarix içində, İslam və şəriət adına. Bu günlər o şey ki, şəriiyyat deyirlər, Həzrət Məhəmmədlə bağlılığı yoxdur. Bunları fətvaçılar, hədisçilər, bunları o qət yaratdılar, o qət çoxaldı, bir batlaq düzəltdilər. Hər kəs bu batlağa düşsə buradan çıxa bilmir eşiyə. Buradan çıxmaq üçün eşiyə əvvəlcə bunu qurudasan. Yəni mollalar nə deyiblər? Deyəsən bu din deyil, bu şəriiyyat deyil. Bu mollaların fətvasıdır. Zamanı məkanda mollaların düşündüyü qədər mənafi təzmin elirmiş. İndi biz istəyək bunlardan çıxaq, gərək bunları kollən qoyaq qırağa, oturaq tazaşdan baxaq. İndi o zamanda Əbbasilər dövrəsindəki elm çağı partlayır. İndinin Amerikası, indinin Çini kimi ki, Çin qalxır ayağa. Biz də o zaman müsəlmanlar qalxmağa başladılar Bağdadda. Orada bir şəxsiyyət tapılıbdı Əbülhəsən Maverdi. Bu Əbülhəsən Maverdi 1047 il bundan qabaq kitablar yazıbdı. Bunun 4 kitabı ilə dünən biz tanış olduq adı ilə. Ərəbcə yazıbdı təbiətən, ərəb dilində. Çünki İslam dili, ərəb dili odur və kitablar o dilə tərcümə olurdu, çevrilirdi. Bunun üçü siyasəti, dövləti, xəlifənin vəzifələri nədir? Məsuliyyəti nədir? Ordunun məsuliyyəti nədir? Nə bilim, vəzirlərin məsuliyyəti nədir? Və bu cürsi, hətta toplumun vəzifəsi və silsilə məratibi nədir? Onları danışır. Və biz bunları mütəəssifanə bilmirik. İndi bunu mən bir dana fəqət bunu Türkiyədə bu kitabı gördüm. Fikrim İranda əlbəttə fikrim bunun adını eşitmişəm. Amma bu ki bu danışıqları da tədris olmur. Və siyasətin adam 4 kitab yazıb siyasət haqqında. Direkt, müstəqim siyasəti yazıbdır. Onun üçün dünənlər bu kitablarla tanış olduq. Bu günləri gedək görək ki, Allah bizə lütf eləsə hangi kitabla tanış olacağıq və o kitab hangi zaman yazılıbdır, neçə yüz il bundan qabaq yazılıbdır, qonusu nədir, onları görək. Mən inşallah bu kitabları ki bir ay, 2 ay öncə bunları indirmişəm. Bunları qutarandan sonra daha keçəcəyəm kitablara, nə deyirlər, seçmə kitablara. Yəni gedəcəyəm məsələn kitabxanasından, elə deyim, Osmaniyyə kitabxanasından məsələn fəlsəfə haqqında 10 dana kitab, 20 dana kitab, siyasət haqqında. Çünki onlarda bizim indi çox boşluğumuz vardı. Onları görək. Dünənləri biz nəyi oxuduq? Bunları oxuduq. İskəndərnamə idi və gedək üstə. Nüzum-i Türki, onu oxumuşduq. Əxlaq-ı əlayi, bunu oxuduq. Adab-ül mülk yox o deyil. Nədir o? Çox gəlmiş xüsusi İskəndərnamə. Əxlaq-ı əlayini oxuduq. Adab-ül mülk. Caribdir, bunu mən nədir olub da oxumamışam. Adab-ül mülk. Əxlaq-ı əlayi Çələbizadə. Bu da bir ayrı kitabdır. 2 dana burada var. Bunu açaq görək ki, dünənki zahirən kitabı nə idi? Adı yox idi ki onun. Nucum. Onun adı Nucum
Əhkam-ı Nucum deyə kitabın adı idi. Gələ təzəşdən gedim görüm onu niyə görmədim. Əhkam-ı Nucum deyə. Əhkam-ı Nucum buradadır. Əxlaq tibb, əxlaq əlayi. Bunu gördük. Əxlaq əlayi Çələbizadə. Nədən olsa bunları görməmişəm. Adab-ül Mülk. Bu 2 dənəni açaq, 3 dənəni açaq. Ehtimal verirəm ki, mən dönəndə bu Əhkam-ı Nucuma gəlmişəm. Fikir edirəm bunların bir ikisi mən kitabları siləndə yerləri dəyişibdi. Ona görə adlamışam ya da ki, şey olubdu. Baxsam tanıyaram hər halda. Görərik ki, nələr var. Adab-ül Mülk. Bu da bir siyasi kitab olacaqdır. Türküdür. Burada qabaq üstə yazıbdır. 192 səhifə yazıbdır PDF-də. Amma PDF-də elə birinci səhifəyə baxanda görürük ki, bu kitab 2 səhifəsini qoyub PDF-in bir səhifəsinə. Yəni ki, bunu gərək 2-yə zərb eləyək. Kitabın adını burada yazaq. Adab-ül Mülk əvvəl. Adab-ül Mülk Türkçe 192 səhifə, bunu çarpacağıq 2-yə. Maşın hesaba gedərək 192 çarpsaq 2 eləsək 2-yə olar 384 səhifə olar. 384 səhifəlik bir kitabla qarşıyayıq. İndi kitabın əvvəlcə bir çalışacağım 5 dəqiqədən çox çəkməsin. Kitabın kağızını görək ki, kağızı nə vəziyyətdə. Beləsi görürük bir cildi vardı. Narinci rəngdə, ortası ki, iki kitabı belə açanda bir ortası olur da, onun da ortasına Şirazə deyirlər. O Şirazəni görürük ki, çohrayı rəngdədir və cildin yerinə ehtimalən kitabın cildi açılıbdır belə. İndi biz onu görürük içərini, Şirazəni və Şirazənin yanında birinci səhifəni görürük. Ma fi hazihil məcmuə Kitab-ı Adab-ül Mülk Dəsturul Vüzəra Həll Əqdi Həzarfən Hüseyn Əfəndi. Tamam, bu kitabın adı ilə tanış olduq. Gələrik bunu. Milli Genel Kütüphanəsi. Bu da ehtimalən Türkiyədə saxlanır. Milli Genel Kütüphanə deyərək gedir. İkinci səhifəyə baxırıq kitabın. Osmanlı dövrəsində yazılmış bir kitaba bənzir. Çünki əvvəldə o Bismillahın yerinə Haza Kitab-ı Adab-ül Mülk kitabın adını yazıb burada. Sonra buranı ayırıbdır. Haşiyələrindən üstdə bir günbəz kimi var. Məçid günbəz kimi içi güllə doludur. Və günbəzin üstündə güllər ki, oradan buradan çıxıb gedir göyə tərəf. Yəni topluma gedən insanın içi və dışı. Biz hər şey ki içimizdə vardı, onu eşiyə göndərə bilmirik təəssüflə. Çünki o qədər dil inkişaf eləməyibdir ki, eləyə bilək o şey ki varımızda onları göndərək. Kitabın baxıram yazılışına, kitabın yazısının dövrəsində çərçivə çəkiblər, içində rəhləyiblər və bəzi yerdə qırmızı nöqtə yerinə ya virgül yerinə yekə-yekə rəhli nöqtə qoyublar. Deyək ki, bunu zeytuni nöqtə qoyublar. Bəzi kəlmələri qırmızı yazıblar, bu önəmin göstərir. Çox gözəl bir xətt ilə yazıblar. Biraz mən bunu bənzədirəm indi Pakistanda işlənən və Hindistanda, hətta Əfqanistanda işlənən ordu dilinə. Xətti biraz o model yazılıbdır. Yəni ona yaxın. Bir miqdar nəinki kamilən ona bənzir, yox, amma elə bir ki, oradakı bir insan bunu türkcə yazıbdır. Beləsi nəzərimə gəldi. Kitablara baxırıq, o çərçivə ilə aynı davam edir. Xətti çox gözəl yazılıbdır. Niyə gözəl yazılıb? Çünki mən ki türk dilində savadsızam, eləyə bilirəm bunu oxuyam. Buranın indi 10-cu səhifəsinə baxırıq. Burada babları gətiribdir. Bunlara gəlib baxarıq. Biraz sürətini çoxaldıram. Dediyim kimi heç bir təsiri yoxdur. Fəqət bəzi görürəm ki, bəzi cümlələri səfədən çıxardıblar eşiyə. Əlhamdülillah Rəbbil aləmin. Düzdür, bu kitabın Şirazəsi zərər görüb, amma dövrəsinə Suzat buracan getməyibdir və kitab zərər görməyibdir, yaxçı qalır. Siyasət kitabı olduğu üçün. İranda bizə deyirdilər ki, aha, burada görürük ki, bu 18-ci PDF-in 18 səhifəsində görürük ki, orta Şirazə cırılıbdır, buna sirişom yapışdırıblar. Sirişom da qopubdur, yəni sirişom da bir müddətdən sonra çürüyür, qopur.
Kitabda o sirişomun yapışılığı görsənir. Bu da cəlib bir şeydir, çünki biz də uşaqlıqda sirişomdan istifadə elərdik kitab cırılanda. Yadıma gəlir, onları mən oradan təcrübəm vardı. Ərz eləyim ki, kitab 192 səhifədən ibarətdir. Bəzi kəlmələri şeydən özüyə eşikdə yazıblar. Yəni bilmirəm indi bunu bir nəfər haşiyə yazırmış, yəni qıraq yazı yazırmış, yoxsa mətninə görə bir şey eşikdə yazıbdır. Bəzi səhifələrdə qırmızılar çoxdur. Bəzi səhifələrdə qırmızılar azdır. Məsələn, bu 2 səhifədə zahirən şahlara görə, tarixi şahlara görə 3 səhifədə tarixi şahlar, məsələn, Huşəng, Təhmürəs, Cəmşid, nə bilim, Zəhhac, Firidun, Əfrasiyab, Təhmasib, bunlardan hamısından beləsi gəlir İskəndər Rumi, filan, Ərdəşir, Sasan, beləsi gəlibdir ta bu son səhifələrəcən. Orada nöqtələr dediyim virgülü neçə səhifədə zeytuni idi, burada qırmızı idi. Qırmızı qəri ilə qırmızı qatılıbdır, o cür bir şey olubdur. Biraz sətirlər bir-birlərinə çox yaxındılar, kəlmələr də bir-birlərinə yaxında, çox qərə görsənir kitab. Yəni yazısı. Amma dedim, kitabın keyfiyyəti çox gözəldir, yazısı çox gözəldir. Qıraqda da yazılar görsənir. Hər səhifənin sonunda buna görə ki, qədimlər səhifələrə şumarə vurmurdular, nömrə yazmırdılar. Nömrə olmadığı üçün sonuncu səhifə nə cür başlanır? Bir səhifənin, bir vərəqin birisi 2 səhifəsi var, 2 üzü var. Hər vərəqin bir sağ üzü var, bir sol üzü var. Bu səhifənin sol üzünün aşağısında yazırdılar ki, sonuncu kəlmə nədir? Hətta bəzən bu tərəfində yazılır, o birisi rahat bilinsin ki, şeydir. Ta əgər bir mövqe bu kitab cırıldı, onun üzü ilə ki, bunun sonuncu kəlmə davamı nədir? Ondan tapsınlar kitabların şeyləri. Sonralar nömrə ilə bunu daha rahatlatdılar. Burada bir tarixinə baxaq şuraq ki, bu kitab hangi tarixdə burada görsəsə, hangi tarixdə yazıbdır. Deyir ki, öyle orasını o, təmməl kitabi adabül mülük ənyəd əzəf. Yazan kimdir? İbadil mə'bud Salih ibn Abdülkerim ibn Salih. Pəs Salih ibn Abdülkerim, dədəsinin adı Abdülkerimdir. O da Əbdülkərimin də dədəsinin adı Salihdir. Uşağın böyük dədənin adını qoyublar Nəviyə, o cür olubdur. Əfə ənhuməl əfvul vədud fi yevmis sani əşər, hangi ayın? Məhərrəmül Həram ayının 12-sində səni isna əşərə və məətə və əlif 1100 isna əşər 12 1112-ci ilində səni 1112. Bir də oxuyayım. Fi yevmis saniyə əşərə fi şəhril məhərrəmil həram səni isna əşərə və məətə və əlif. Əlif 1112. Tamam. 1112 min hicrəti mən ləhul izzu və şərəf. Tarixini də buradan kitabı ələ gətirdik. İndi bunu bir baxaq görək ki, neçə yüz il bundan qabaq yazılıbdır. İndi bu günləri ki, mən sizlər bu kitabı oxuram, 1447-ci ildir, yox, qəməri ildən danışırıq, hicri qəməri ildən. 1112-də bu kitab yazılsa, 335 il öncə bu kitab yazılmışdır. Tamam. Bu da bunu. İndi gedək görək, bu birinci Risalə idi ki, bu kitabda gördük. Tamam, yenə kitabı kiçiklədirik ki, yerləşsin səhifəyə görək ki, 2 səhifə boşdur, 3-cü səhifədə bir ayrı kitab başlayır. Əvvəldə də bunu işarə eləmişdi. Bu kitab 2 risalədən mürəkkəbdir. Biri də nədir? Haza kitabı Dəsturul Vüzəra. Dəsturul Vüzəra. Dəstur əl-Vüzəra. Tamam. Hətta Vüzəranın A-nın da üstünə bir böh qoyubdur, ləbədar qoyubdur. Yenə bu kitab aynı o cüzü, o şəkildə biraz, əlbəttə, o Osmanlı dövrəsində 3 bölümdən dedik ki, kitabın başındakı nəqqaşı təkmil olur. Bir, kitabın adı yazılan yerdir, ya Bismillah yazılan yerdir. İkinci, onun üstü, onun dövrəsinin çərçivəsi var.
ilmək salanlar ona haşiyə deyərlər. Onun üstündə, günbəzin üstündən güllər filanlar göyə tərəf qalxıblar. Burada o günbəzi görmürük. Yəni 3 dənə olub 2 dənə. 3 bölüm olub 2 bölüm. Fəqət burada kitabın adını görürük. Əlbəttə Bismillahda bir ayrı yer verib aşağıda. Onun üstündə Bismillahın üstündə kitabın adıdır. Onun da üstündə o şey yoxdur. Günbəz yoxdur. Günbəzin üstündən çıxanları ilə Bismillahın üstündən o kitabın adının üstündən çıxadıbdır. Burada da yenə çərçivələri eyni o birisi kitab kimidir. Yenə zeytuni rənginə bunlara şey veribdir. Buranın əlbəttə bir şey ki, burada görürəm, bilmirəm ki, ərəbcələrin üstünü yazıbdır, ya türkcələrin üstünü yazıbdır. Bəzilərinə səs qoyubdur, standart eləyibdir. Bunlar nəzərimə gəlir ki, ad olacaqlar, ya da şeirdə işlənən adlardır. Çünki hər yerdə bu işi görməyibdir, bəli. Bəzi kəlmələri adlardır, şeylərdir ki, yazıbdır, onların üstünə səslərini qoyubdur, amma çoxuna qoymayıbdır. Burada da adları görsənir. Burada Sultan Səlimi görürük ki, onun dövrəsində ehtimalən bu risalə yazılıbdır. Dəsturul Vüzəra. Bunu da mən bunu oxuyandan sonra bunu da taparıq ki, bu nədir? Bu da Dəsturul Vüzəra deyə siyasi bir kitabdır. Qırmızısı çoxdur bunun və ərəbcələrinin üstündə erab qoyubdur, yəni erabların qoyubdur, amma türklərin üstündə qoymayıbdır. Burada nöqtədən əlavə ki, dedik, istifadə edibdir, virgülü rəsmən işə aparıbdır. Yəni bu kitab rəsmən virgüldən istifadə edibdir. Qırmızı kəlmələr çoxdur. Ki, ordu dilinin xətti yazılan xəttinə yaxındır, nə ki ondur, bənzəri var orada burada. Amma bu biraz ondan uzaqlaşıbdır azca. Kitabın yenə də amma sətirlər bir-birinə yaxın, kəlmələr bir-birinin qarnına girmiş, çox şeydir. Burada da əlbəttə qıraqda bir şey yazıbdır. Zəlamətun bin nəzmi zəlimiyyə müzlimə bi kəsri lami və dadxahi sirahil lüğə. Sirahil lüğətə bir də kitaba istinad edib ki, orada filan kəlmə beləsi deyilir. Çox cəlib bir kitabla qarşı-qarşıyıq. Yenə də burada bir qıraq yazı görsənir. Burada bu kitabda, yəni hətta burada bir səhifəyə gəldik, yetişdik. Deyək ki, PDF-in 114-cü səhifəsində 115, 14-15 burada ərəb sözlərin qırmızıca yazıbdır. Sonra türklərin də üstünə türk yazıldıqları ki, qərə yazıbdır. Onların da üstünə səsin qoyubdur. Amma zahirən ərəb olacaqlar bunlar. Ərəb olacaqlar. Türkü deyil. Elə bilirəm. Belə görürəm. Amma qeydəndə bunu oxuyanda gələrik. Burada cədvəllər görürük. Bir də cədvəllər burada cədvəldir, filandır yazıbdır. Allah, Məhəmməd, Əbu Bəkr, Əli, Osman, Ömər. Burada bunları görürük. Bir dənə cədvəldir, dairədir. Onun içində bir müsəlləh şeydir. Ulduzdur ki, bugün İsrail ulduzuna çox yaxın, bənzər bir haləti var. Əlbəttə 6 dənə də bunun qonağı vardı. İsraillə bir dənə də Tazaşdan yenə aynı ulduzun dövrəsində la ilə Allah, 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 Allah yazıbdır. Ortasında da bir dənə la yazıbdır. Və üstündə ərəbcə bir şeylər, türkcənin də üstünə hətta səs qoyubdur. Yəni erab qoyubdur. Ona da yenə də burada bir yazılar vardı. Bilmirəm bunlar nədirlər. Mən bunlardan əcəba baş çıxada bilərəm ya yox. Çox əcib. Getdikcə üzdən bunların üstünə səs qoyubdur. Ərəbcə olacaq ehtimalən, müyəssər olmuşdur. Yox, türkcədir. Türkcədir, amma üstünə səslərin qoyubdur. Çox şuluq olubdur. Yəni bunun şuluqluğu həddən keçibdir. Kitabın yarısından o yüzden səs qoyubdur. Bu kitabda 124-cü səhifədə qutarır. Şimdi də bunun tarixinə baxaq görək ki, bu kitab ha zaman yazılıbdır. Təmməl kitabül müsəmma bi dəsturul vüzəra. Kitabı ki adlanmışdır Dəsturi Vüzəra adına, o qutardı. Kim yazıb bunu? Əla yədil əhqəri, yədi əhqər verdi və əhcəbəhum Salih ibni. Əhqər verdi yəni nə mənə olar, bu bilmirəm ki. Və əhvəcəhum
Bunu da bilmirəm nədir. Salih ibn Əbdülkərim ibn Salih. Elə həmin Salih yazıbdı. Cəlibdir ki, bu Salih Salih adam əgər eləyə bilsək bunu. Salih dediyimiz adam bunu yazıbdı. Salih ibn Əbdülkərim ibn Salih. Tamam. Bunu da o adam yazıbdı. Bunun ha bax yazıbdı. Onun da tarixinə baxaq. Afa anhumul al-afful ghafuru fi yawmil rabi'i fi şəhri Səfər. Səfər ayının 4-də Səfərül Xeyr yazıb elə bil. Səni-i İsna və əşərə və mi'ə və əlif. 1112-də gələn. Yəni kitab aynı ildə bu iki kitab yazıbdı. İki cüzvə yazıbdı. Hər iki kitab, burada mən yazıram ki, qalsın. 1112-yə Hicriyə qəməridə yazılmış olubdur. Tamam, bunu da gördük. Min hicrəti mən ləhul izzu və şərəf. Rəhmətullahi li müəllifi ləzi huvə əla ibni. Bunu yazan kimdir? Deyir, ehtimal verirəm. Burada bir cəlib bir şey yazıbdır. Rahamallahu li müəllifihi'l-lezi Allah rəhmət eləsin. O adama kitabı yazıbdır. Hüvə, o kimdir? Əla ibni Mühyi Şirazi. Əla ibni Mühyi Şirazi. Mühyi Şirazinin oğlu Əlai yazıb bunu və mən qərahu, əlbəttə mən deyil, və mən qərəəhu gərək oxunsun, amma bu dəstəli tey var burada, nə olacaq? Və təzqərəəhu və nəzərəhu və əmələ bihi, dedim, bu olacaq məncə, və mən qərəəhu və nəzərəhu və əmələ bihi, hər kəs ki, onu oxuya, ona baxa və ona əməl eləyə, və səmiəhu və eşidə, və li cəmi'il müminin, müminlər və müminat, əl-əhyai minhum vəl-ənbat, dirilər və ölülərə də rəhmət olsun, bir rəhmət işə ya ərhəmər rahimin və sallallahu əla seyyidina Muhammedin və alihi və ashabihi və əzvacihi və ətbaihi əcməin. Tamam. Ehtimalən bir dana bu kitabı yazan, ehtimalən xətt, bunu mən bir mürəbbə, bir müstətil içində yazdım ki, bu kimdir? Əlai ibni Mühiyyi Əş-Şirazi. Bunun axtarıram, görürüm ki, bunun kitabları var ya yoxdur. Burada da bu kitab qutardı. Üçüncüsünə geçir. Görək ki, bu nədir? Dəsturul Vizara 2 səhifə boşdur. Üçüncü kitabla burada qarşıla. Üçüncü risalə ilə qarşılasaq. Kitabın əvvəlində onu da görmüşdük, amma diqqət eləməmişdik. Burada yenə qeyd edibdir Osmanlı dövrünün vəziyyətinə. O 3 dana, əldə 4 dana Bismillahın yeri ayrıdır. Kitabın yerin yazıbsa da rəngi gedibdir, görsənmir kitabın adı nədir? Üstdə günbəz, günbəzin içində güllər və günbəzin üstündən bir şeylər göyə gedir. Göyəriblər, yəni bir şeylər elə bir ki, torpaqdan göyərib göyə gedir, o cürsü. Burada kitabın adını təəssüflə görmürük, amma baxarıq əvvəldə odur. Üçüncü, pəs bunda onda gerək deyək, bu 1, bu 2 və üçüncünü də burada yazaq. Burada baxarıq görürük ki, bunun adı nə mənədir? Bu da üçüncü kitabdır. Gene eyni o birinci və ikinci kitaba taba taydı ehtimal verirəm bunu da elə həman bunu yazmış çünki xətt onun xəttidir. Burada biraz daha gözəl yazıbdır. Yəni düzdür, sətirlər bir-birinə yaxındır, amma kəlmələr bir-birindən biraz ayrıdırlar. Onun üçün biraz səhvə çox gözəl görsənir. Qırmızı nöqtələrdən virgül yerinə və nöqtə yerinə istifadə edibdir. Bəzi ərəbcə sözlərin üstünə eyrab qoymayıbdır. Sözlərin başının üstündən qırmızı xətt ilə çəkib ki, bu çox önəmlidir. Yəni deyə, məsələn, fəsl əvvəl İmam Həsən ibn Əli rəziyallahu anhuma xilafəti və Muaviyyənin izdiyad səltənəti bəyanında. Görürsünüz ki, gəlir bu cür siyasi bir məsələ haqqında tarix olmayacaq. Bu da siyasi. Fəsl sani Bəni Üməyyənin zəvali mülkü dövlətləri və xulafai Alə Əbbasın ibtidai xilafətləri bəyanındadır. Görürsünüz ki, burada da
siyasi baxır qəziyyə. Yəni bu kitab tarixi baxmır, siyasi baxır. Kitabı mən biraz da kiçiklədim ki, səfiyyə yerləşsin. Əvvəldən bir də bunu görək. Bu əvvəlidir. Görürsüz, çərçivələri hamandır, qırmızı kəlmələrlə yazıbdır və bunların nöqtələri də görürük, qırmızı nöqtələri. Burada bir-iki yerdə görürük ki, kitab qərələnibdir. Ehtimalən məsələn bir şey dəyibdir, bunun rəngi qərələnibdir. Əmdi deyil, zahirən o cür nəzərə gəlir. Burada da bir kəlmə zahirən dəyişilibdir. Kitabın bəzi qırmızılarını burada oxuram. Fəsl-i salis Oğlad Çəngizün və fərti dövləti və xulafai Əl-Abbasun zəval hökumət və səltənəti bəyanındadır. Görürsünüz ki, burada da Çəngiz Ali Çəngizdən və xulafai Əl-Abbasın nə cür əldən gedir və nə cür türklər gəlir hakimiyyətə, onu ehtimalən kəndə deyirəm, bu tarixə bənzir, amma deyək ki, çox şeydir, siyasidir konu. Fasl-i rabi آل سامانون طلوع دولتی و زوالی بعده اولاد Səbüktekin ابتدای سلطنت və cəlali zikrindədir. Səbüktekinin nə cür hökumətə gəlibdir, bunları deyir və Fasl-i xamis Muluk Tahiriyyə Zəval dövləti və Umərai bəni axər hökuməti və اولاد Səffariyanın ibtidai şökətidir. Səffariyanın da işlərinin başlanışı haqqında danışır. Yenə də burada biraz rəh qatışıbdır, amma şey də deyil. Yəni çox da Fasl-i 7-ci fəsl Səbüktekinlərin intihai dövləti və Səlcuqilərin zuhur və ülüv-i şəni və səltənəti bəyanındadır. Görürsünüz ki, burada silsilələri çox gözəl. Mən bu kitab çox, mənim nəzərimə bu bölüm obrislərdən də daha çox mühümdür. Fasl-i samin Səlcuqilərin Kirman canibindəki şöbənin ibtidai hökuməti və bəd zaman məlik dövlətlərinin axirə nəqli xüsusindədir. Fasl-i tasi Rum vilayətində Səlcuqilərin ibtidai zuhur dövləti və muluk danışməndiyənin zəval səltənətidir. Danışməndiyə deyə bir dana dövlət var imiş. Mən bunu heç bilmirdim. Ki indi fars şeyində danışmənd alim adına keçir, amma kəlmə türküdür. Danışan adındadır. İnsan, o adam ki danışır, onun əqli, elmi olmalıdır. Onun üçün indi onu Fasl-i aşir intihai dövləti Səlcuqan və ibtidai səltənət Xarəzmi Şahiyan təfsilin bəyan edir. Görürsünüz, çox gözəl. Fasl-i 11-ci hardan getdik ona? Onu mən niyə görmədim? Hə, olmuş aşir. Aşir demişdi. 11 yazdı. Onun üçün biraz şəkkə düşdüm ki, nə oldu? 11-ci fəsl Çəngiz xanın ibtidai dövləti və Moğul sultanlarından Cənxanun və bəzi hakimlərinin zəval məmləkəti şərhindədir. Çox gözəl bir təhlili bir siyasi baxışdır. 12-ci fəsl Musil və Hələb və Şam tərəflərində zuhur eyliyan, amma bəklərin zuhur dövləti və bəzi hükkamın zəvali hərimiyyətidir, ya hərəmiyyətidir. Beləsi oxunacaqdır. Hər halda çox gözəl. 13-cü fəsl İmamiyan Səlcuqiyan İmaməkiyan Səlcuqiyan ki, Azərbaycana və axər yerlərdəki tulu və nəhayəti zikrilərinə. Calibdir, burada Azərbaycan sözün işlədibdir, reze ilə yazıbdır. Mən bundan əks alım, bunu qoyaram. Dostlar görərlər, ləzzət apararlar. Çox calibdir, çünki bu birinci dəfədir mən bir mətndə görürüm ki, Azərbaycan sözün reze ilə yazıbdır və bunun haqqında tozih veribdir. Bu dedim, bu kitab oxunmalıdır. 14-cü fəsl Oğlad Müzəffərin ibtidai hökumətləri və bəzi həkkamın və yenə zümri məzburun zəval dövlətidir. Bu da o zümrə, yəni silsilə, o ailə. Davam edirəm. 16-cı fəsl Ağqoyunludan padişahların vəc zuhur dövlətləri bədi
qıssə qərə qoyurlar. Bu qərə məsələn mən əgər oxumasaydım, tarixdən zehnimə gəlməsəydi, bunu oxuya bilməzdim. Çünki məsələn mən bunu oxusaydım, oradan qəsəh oxuyardım, olmaz. Amma qərə indi bildim ki, bu qərəni belə yazır. Qərə qoyunluya nəql hökumətləri bəyanındadır. Ağqoyunludan keçibdir qərə qoyunluya nəcür hökumət. Və 17-ci fəsl Qərəqoyunluların ibtidai dövlətləri bəd zuhur edən Ağqoyunluya nəql məmləkətlər və 18-ci fəsl Teymurxanın ibtidai xuruc və zuhur və necə hükkam mülkündən dur olduqları və şəruri bəyanındadır. Burada biraz Teymurxana şərur deyələx demək olar ki, bir ondan tərəfdarlıq eləməyibdir. Şah İsmailin adını burada görürəm. Taceddin İnan, bunlar bəzi adları gördüm. Burada Sultan Səlim xan falan Müzəffər. 19-cu fəsl Muluki Qurun ya Quruk yazılıbdır. Ki oxunmasa Muluki Qurun ibtidai dövlətləri və 2 sinfin dəxi intihai səltənətləri zikrindədir, vəsf olundu. Mən bu şeyləri oxuram, buna görə ki, görəsiniz nə qədər ciddi məsələlər bu kitabda. 20-ci fəsl batinilərin ibtidai hökumətləri və yenə bu zümrənin zamanı mülki və dövlətləri bəyanındadır. Burada bunu oxuduq ki, batinilərin haqqında danışacaq. O İsmailiyyədir, nədir? Ki, onların haqqında danışacaqdır. 21-ci fəsl ibtidai zuhuri muluki Şirvani, Şirvandan Şərvan yazılır. Şərvani yəni. Şirvan və intihai dövlətlərinə baisil nəmənə o əhdəm bünyani ərkanidir. Burada bir şey yazıb da onu oxuya bilmədim. Çox bir-birinin içindədir. Bəlkə kitabı yekəldəndə oxuyayım. Burada yekəldim oxuyayım da düz oxuyayım ki, lağəl. Baisül əl-ehdəm. Ehtimal inhidam olacaqdır. Ehtimal verirəm ki, o cür bir kəlmə olacaq, amma oxunmur. Burada da oxuya bilmədim. 22-ci fəsl vilayəti Hindidə vaqi Gücərat padişahlarının zuhuri dövlətləri və intihai səltənətləri. Burada da Şəhabüddinin məqbuli, məsələn, burada da o cür bir adlardan qarşılaşırıq. Hindi biraz çox uzun yazıbdır, bəllidir buradan görürəm. 23-cü fəsli Səmərqənd xanlarının ibtidai dövlətləri və kəndilərinin səltənət edinlərinin etdiklərin intihai hökumətləri şərhindədir. Bu da Səmərqənd haqqında danışır. 24-cü fəsl Qırım, bu günləri Qırım deyirik. O zaman Qırım deyirmişlər. Qırım xanlarının zuhuri dövlətləri və bu zamanədək subat-ı mülk hökumətlərinə vəch ilə etdikindədir. Vəch ilə etdikindədir. Bu da bu kitabı gördük. Yəni yazını bir şey qalmır kitabı qutaraq, amma çox gözəl. Yəni bu sərfəsllər, bu əsli şeyləri oxuyanda kitabın içində nə varı kamil öyrənirik. 25-ci fəsl Əcəm Şahı İsmail İndi burada Əcəm Şahı dedi, bizi türkləri qəsd elədi. Burada birinci dəfədə görürəm türklərə, Azərbaycanlılara Əcəm Şahı deyir. Bu bölümü oxumalıyıq, çünki bu bölüm görək ki, Azərbaycandan burada nə deyir? 25-ci fəsl Əcəm Şahı İsmail Ərdəbilinin zuhuri və ibtidai dövləti və bəzi məmləkətlərinin və Ali Osmanə nəqli hakayətindədir. Nədir Osmanlıya keçir, onu danışır. Çoxdur. Bu da 2 səhifə, 4 səhifə, 6 səhifə, 7 səhifə ibarətdir. 27-ci fəsl Əhşidilər ya Əxşidilər. Əxşidilər zuhuri dövlətləri və yenə az zamanda nəqlidir. Əxşidi adında bir dövlət çıxıbdır. Baxın, biz bunların çoxunu bilmirik. Yəni, bizə tarixdə
seçə-seçə bizə tarix deyiblər. 28-ci fəsl Xulafai Fatimiyyənin zuhuriləri və bəd zaman dövlətləri zail olduğundadır. Bu da Fatimi ki Misirdə qurulubdur. Şiə dövlətiymiş zahirən. Oradır. Və 29-cu fəsl Əkradün zuhuri dövlətləri və zamanı Əyyubilərə intiqal hökumətidir. Zahirən burada Əyyubini Kürd deyə qələmə almışdır. Bu da calibdir, oxunmalı yerlərdən biri budur. Fəsli 31-ci fəsli Türkəmanlərin mülk-i Misrdəki zuhuri dövlətləri və bəd zamanı qeyri fəsli ya fəqli hökumət fəqdi hökumətləri, bu d olacaqdır, r kimi, l, r kimi uzanıbdır. Fəqdi hökumətləridir, yəni hökumətlərin aradan getmağıdır. Burada da biraz 32-ci fəsl Çərkəsilər mülk Misridə Misridir səltənətləri, Misridə səltənətləri və bəd-i Səlatin Al-i Osmanə nəqli dövlətləri şəklində. Çərkəsilər də keçən kitablarda oxuyurduq ki, Misridə hökumətə yetişiblər. Əlbəttə Türkiyədə də vardılar, bir ayrı yerlərdə də vardılar. O kitabda oxuduq. İndi deyir ki, bunlar Misirdə hökumətli idilər və sonra Ali Osmanın xidmətinə keçdilər. Bunun haqqında çox yazıbdır, necə ki Osmana da gəlir və kitab qutardı. Bu son kitab, yəni 3-cü kitabın adını görək yazır, yazmır, onu da bir baxaq görək ki, nə yazır. Deyir ki, Ağa Məhəmməd xan Ərz-Rum bəyliyi verilib, Gürcüstan küffarına qəzalər edib. Baxın, Ağa Məhəmməd xanı, əcəba bu ağa deyil, əmma Məhəmməd xan. Əcəba bu hangi Məhəmməd xandır? Onu mən düşünməliyəm. Çünki deyir ki, əmma Məhəmməd xan Ərz-Rum bəyliyi verilib, Gürcüstan küffarına qəzalər edib. Kəmal huzur və məktənətlə geçitürkən Şah Təhmasib canibindən təhrik və iğva ehtimali verildi. Rum elinə geçib. İkişər səncaq bunu biraz yekəldim ki, görüm, gözüm də mənim zəifdir, bu şeyə qalmasın. İğva ehtimali verildi, Rum elinə keçib, ikişər səncaq birağurdən verilib, bir oğurdən verilib, əlqabində Cənab-ı İmarət Məab yazılıb, külli iltifat və ehtiram qılındı. Axər 977 hududində vəfat eylədi. Urunca bəzi oğlad Ərdüncə bəzi oğladı qalıb Qərxan nam oğlu burası silinibdir. Təəssüflə bu lüğət burada bir lüğət yazıbdır. O lüğət tazə oradan onu siliblər. Rəsmən siliblər. Sansur. Buranı sansur olubdur. Yer Ərsincaqilər ilə iltifat olundu. Burada kitabın sonuna heç zat yazmayıbdır, fəqət tutarmağı yazılıbdır. Nəzərə fihi Mühəmməd, belə bir şey baxıbdır. Bu kitab vəqf olubdur. Vəqfinaməni də burada möhrün gördük. Tamam, demişdim bunu 10 dəqiqə, 5 dəqiqədə oxuyacağam, amma fikirəm ki 40 dəqiqə çəkdi bu kitab. Çünki vaqəən sevdim bu kitabı. Qeydirəm indi kitabı bir də başdan başlayaq tanıtmağa. Görək ki, gəldik kitabın əvvəlinə. Birinci səhifədə möhrü görürük. Bir nəfər burada möhr vurubdur. Möhrü oxuya bilmirəm. Şəfiul Olə Muhammed Müstəfa Əl-Həyyi belə bir şeydir. Oxuya bilmədim. Sonra da bir dənə kitab burada möhr vurulubdur. Kitabın üstünə ulduzlu aylı, yəni Türkiyəyə aiddir. Osmanlıya aiddir, amma təəssüflə biz onun yazısını görənmirik. İntizarul fərəci bis səbri ibadətün. İntizarul fərəci bis səbri ibadətün. Fəqalə
قال رسول الله صلی الله علیه و سلم ان لمانین لا یکونون شهداء و لا استفعاء yevm القiyameti صدق Rasulullah. Belə bir hədis yazıb burada, amma mən biraz onu oxuya bilmədim. Bu kitabda dedik 3 dənə vardı və ma fi hazal məcmuə, məcmuə dediyində bəllidir ki, burada bir şey vardı. Kitab-ı Adab-ül Mülük biri budur. İmzalayıbdı da. Buranın Mülük'ün söz şeyindən imzasını aparıbdı, yazıb orada bir gözəl imza vurubdu. Qədim belə imzalar da gözəl imiş insafən. İkinci kitab Dəsturul Vüzərat gördük. Üçüncüsü Həlli Əqd. Həzarfən Hüseyin Əfəndi. Həzarfən bu tanınmış bir adamdır. Hüseyin Əfəndi bunu öncədən tanıyırıq. Ehtimal verirəm bu Həzarfən dediyinin üstünə xətt çəkiblər. Ehtimalən nüsxəni yazan Həzarfəndidir. Mən bunu yazım ki, nüsxəçi adı Həzarfən Hüseyin Əfəndi. Tamam, bu olan da üçüncü kitabının Həlli Əqdidir. Üçüncü kitabın adı Həlli Əqdi yazıbdır. Biz də elə bunu yazaq beləsi. Aşağıda bunun yenə bir şeyin görürük. Bir əfəndisini görürük, amma mərhum Oruc Əfəndi elə bir ya nəmənə əfəndi. Vəqfül Vəzir Əl-Əzəm Ali Paşa İbn mərhum Nuc Əfəndi. Nuh Əfəndi olacaqdır. Nuh Əfəndi, o güldür düşübdür ora. Pəs bunu kimdir? Vəqfül Vəzir Əl-Əzəm Ali Paşa İbn mərhum Nuh Əfəndi. Nuh Əfəndinin oğlu Ali Paşa. Özü də vəzir-i əzəm imiş, o vəqf eləyibdir. Burada bir ayrı möhrü görürük, o da Milli Genel Kütüphanəsi. Bunun burada kağızını gördük və gəldik kitabın özünə yetişdik. Haza Kitab-ı Adab-ül Mülük. Təəssüflə kitabın biraz yekəldəndə oxumağı zor olur. Çünki tar eləyiblər bunun. Bəlkə də mənim kompüterimdəndir. Bu tar görünür. Ona görə ki, bunu oxuya biləm, məcburam ki, gözlük vuram. Görək ki, Haza Kitab-ül Mülük. Bismillahirrahmanirrahim. مخزن اسرار کلام قدیم حمد نامحدود و ثنای نامعدود حضرت حلیم خلاق و حکیم علی الاطلاق جلت قدرته و علت کلمته چی بی ظهیر و معین اشیای بی حساب و ادادی ایجاد و وجود insani xaçidən bünyad. Baxın, bunlarda ki dururam, hər birində bir nöqtə qoyubdur. Bismillahirrahmanirrahim. Məxzən əsrar kəlam qədim, həmd naməhdud və sənay namədud, Həzrət Həlim Xəllaq və Həkim ələl-itlaq, cəllət qudrətəhu və illət kələmətəhu ki, bi zəhir و معین اشیاء بی حساب و ادادی ایجاد و وجود انسانی خاچیدن بنیاد و قرار مچینیدن نطفه ایکن علا رؤوس اشهاد ابراز ایلیوب نسلini سلاله ما این مهین kıldı. Cümle burada qutardı. Və laqad xalaqnal insan fi ahsani taqvim. Nöqtə. Xil'ati ilə təşrif təzim və əlləməl insana ma la ya'lam bustanində təlim və qayyidən təriq rüşd irşad و تفهیم və laqad kərrəmna bəni adəmə mübtəqasınca sair məxluqatıdan imtiyaz edib təkrim eylədi və davam və vəhdaniyyət və sərmədiyyət və ilahiyyət və səmədiyyət və həyat və aləmiyyət və hikmət və qadiriyyət və iradətinə necə dəlail nəsb edib və lillahil əsmail hüsna
فدعوه بهما بها و فدعوه بها مضمون هدایت مقرونی ل مسما قل هو الله احد الله الصمد فهوای شریفی ایله متصف انما قلنا لشیء اذا اردناه ان نقول له کن فیکون معناسی منیفی ایله قابل کل یوم هو فی شأنی سعادت نشانی لشأن نشان لفائل هو الاول و الاخر فهواسی لمعنویت معونت هو الاول و الاخر فهواسی لمعونت و ذات پاکینده لیس کمثله شیء ایدوکی یعنی indi gedirəm məni eləməyəm. لیس کمثله شیء ایدوکی ارباب حقایق یقین و اصحاب دقایق بینه براهین قاطع و حجج ساطعدür و حجج ساطعدür فسبحان من لا یدرک بالحواس ولا یقاس بالقیاس. Çox cəlib bir şeydir. Deyir ki, Subhan olsun. Paşdır o Allah ki. Paşdır kim? O ki havasla idrak olmaz ve kıyasla mukayese olmaz. Ve la yeşbehu bin nasi ayat ile meşhur ve alamat ile menşur حقایق انوار ile mir'ati qulub ile müşahide deyir şeydə ürəkdə müşahidə olunlar. Vel vazahat asari ile medlul nüfuz iradeti naqzi azamat ve tedbir ile ma'lum ve itqan sanati hüsn tasvir ile musavver ve mefhumdur. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh şehadeten تورث قائلها غرف الجنان و تقیی نفخات النیران و صلی الله علی سیدنا محمد النبی الامی و علی آله الکرام و اصحابه العظماء ve selleme teslimen kesiren daimen ebeden. Tamam. Buradan Kur'an'ın ayələrine istinad eləyərək özünün müsəlmanlığın bilindirdi və Qur'ana etiqadını dedi. Axirdə də dedi ki, əşhəd ən la ilahə illallah. Bunu deməkdə bir mənası var. Əvvəl bu kitabı yazıram. Mümkündür öldürələr. Ona görə bunu yazıram ki, baxın müsəlmanam. Öldürməyin. Cəlibdir, mən eləmişim mənim gözümdədir İrad, mən belə baxıram, hər yeri toz görürəm. Bu kitab ki, kamilən toz görünür, mən belə deyildi axı, necə oldu? Baxaq görək, bir silah da Allaha təvəkkülləyək. Kitabı çünki istəyirəm oxuyam, ləzzət aparıram, insafən. Bunu ərəbcəsində ləzzət aparıram, türkcəsində gedək. Türkçədə buradan çox idi, əlbəttə az deyildi. Amma buradan bu üzə bu çox şey olacaqdı. Yəni türkçə olacaqdı. Ona görə yox, ləhəmandır, heç fərq eləmədi. Yəni gözümdə elə bir irad yoxdur kitabın. Amma bayaqları niyə hələ görsəyim də mütəvəccüh olmamışam. Cəlibdir. Zikr padişah alim pənah. Görək ki, bu kitab hangi şahın zamanında yazılıbdır. Bu kitabı bilsək hangi şahın zamanında yazılıbdır. O birisi iki kitablarda bilirik. Çünki yazan birdir, il də birdir. Onun üçün də üçüncü kitabda Təmmətin yazmamışdı. Onu da oradan ələ gətirə bilirik. Zikr padişah alim pənah. Çün ərbabi fətnət və bəsair və fətnət yəni huşlu, zəkalı. Çün ərbab fətənət və bəsair ərəbcədir hər ikisi
و اصحابی کیاست جند الهمانده و زمایر چی؟ اولئک الذین هداهم الله و اولئک هم اولو الالباب الواهی آرا و نظر لرنه چی؟ عکس پذیری نقش خاتمی sirri gaza و qədərdir. Müxfi və puşidə və məstur və burada bir kəlmənin 7 açıb aparıb ayrı bir yerdə yazıb. Amma harda yazıb onu görmürəm. Mən o 7-ni görürəm amma eşikdə bir şey görmürəm. Və nur dideyi. Pəs beləsi. Əks pəziri nəqş xatəmi sirri qəza və qədərdir. Məxfi və puşidə və məstur و نور دیده‌ای دجلدر چی مبدأ ظهور و اظهار و منشأ شعور و اشعار و ایوان کل شیء عنده به مقدار و بارجاه ایوان یخلق ما یشاء و یختار و ایوان یخلق ما یشاء و یختار منصبی خلافت عالم برگزیده اولاد آدمه مرسوم olup حضرتی حق جل و جلاله و الله والله یختص برحمته من یشاء müstedasınca her gernide bir padişahı azimüşşan ve hadiv به امر البرهانün وجود منافع آثارینی نقش نجین زمان و ذات سعادت سماتنی واسطه امن و امان edip زمامی حل عقدی ممالک اسلامی آنون کفی کفایتine تفویض و تقلید eder ذالکه ذالکه فضل الله یعطیه من یشاء والله ذو الفضل العظیم محض عطای کاملی الهی و فرطی مواهبی شاملی نامتناهی آفتابی برج سلطنت ماهتابی اوجی خلافت فلک رتبت سپهری بستت کیوان رفعت خورشید منظرت سکندر سریری سلیمان مکان cəmşid mərtəbət bəhmən sövlət o şahları yazır, şahın sifətlərini yazır. Ondan pul alacaqdı da, neyləsin, tərif edir. Bəhmən sövlət təhəmtən sətvət rüstəm məhabət qəhrəman qüvvət nəriman səlabət فریدون حشمت کسری غلام جمع احتشام دارا اقتدار خضر ندیم و الهام مدار قیصری والا افسر شهنشاه آفتاب کیخسروی کیقوباد پایه خدایان bunların hamısı deyir səndə cəm olubdur. کیخسروی کیقوباد پایه خدایگان هفت کشور خاقان بحر و بر پادشاهی هما شهبر گیتی جوشایی ظفر رهبر ممالک ستان آسمان مگر شهسواری عرصه خاک و گارس یکران آسمان مگر شهسوار عرصه خاک گارسی یکران کری افلاکی نصرت شعار کیکاووس خدمتکار مطرحی انوار تأییدات ایدی مظهر ایدی مظهری اسراری حبلی ملک لا ینبغی لأحد من بعدی مؤسس مبانی سلطنت و خلافت üzma mürəssisi indi bunu satın öncəli oxuyaq mürəffifi qəvaidi kübra harisi حوزه دین حافظ ثغور المسلمین قاتل الكفرة والمشركين هادم بنیان المتمردین کهف الانام کأسر هیاکل اصنام کأسری sındıran کأسری هیاکل اصنام راقم رایاتی الرحمة والرافع
و رعفه علی الصفحات الانام ناصب لواء العدل و الاحسان بالرأی صائبی itirdim. Bir ra'yi sahibi mahi rusumi Türki ve mahi rusumi الشرك والعصيان بالحكم الساقب السلطان السلاطین zaman zabiti baxın sultan salatin zaman yəni çoxlu sultanlar var onların sultanıdır başıdır dedik ki məmalik məhrusədir da Osmanlı onu görəcək بالحکم الساقب السلطان سلاطین zaman zabiti məmalikan və Turan پادشاه عالم پناه مصدوقی از سلطان ذل الله باسط البساط الامن و الامان ناشری آثار البر و الامتنان علی قاطبی اهل ایمان الفایزی من بهار انعامه و افضاله معصر ان الله یأمر بالعدل و الاحسان سلطان البر و Xaqan olacaqdı, amma Hakan yazıbdı. Hakan el-Bəhreyn, Xadim el-Hərəmeyn, Əş-Şərifeyn, Qaan dedi, yəni sultanlardan da üstə. Qaan, Xudapənah, Sultan-ı Şər-i Nicah, Əs-Sultan ibn Sultan, Əs-Sultan Səlim xan. Tamam. Hanç dövrdə yazıbdı? Sultan üzr istəyirəm mən bunu getirdim. Sultan ibn Sultan Səlim xan ibn Sultan Süleyman xan ibn Sultan Süleyman xan ibn Sultan Səlim xan İkinci Sultan Səlim. Allahum mənsərəhu. İndi burada elə qoyaq qalsın, gedək əvvəl burada bir bu adı yazaq, görək ki, buna görə tarix nə deyir bizə. Əvvəl bunu çevirək, türkcə eləyək. Sultan Səlim xan ibn Sultan Süleyman xan ibn Sultan Səlim xan. Tamam, indi burada qələtlərimizi də düzəldək ki, şey olmasın, bizə iş çıxartmasın, əlimizə iş verməsin. Görək ki, buna görə nə deyir? Hangi ildeymiş? Yəni, indi bunun zamanında yazıbdır. Nevişte şuma به شجرنامه یک سلطان عثمانی اشاره داره ساختار آن چنین خوانده می شود سلطان سلیم خان پسر سلطان سلیمان خان Süleyman Qanuni pəs bunun üstüne mən yazım Süleyman Qanuni yaxçı o mənə biraz köməklik elər Pesər Sultan Səlim xan yəni Səlim əvvəl Səlimi ikinci Səlim birinci Səlim ikinci Səlim birinci Səlimə Yavuz da deyirlər Yavuz Səlim bunu mən yazım bura birinci Səlim olur Yavuz Yavuz Səlim. Tamam. Həm də bir. Bu da 2. Tamam, bunları da yazdım. İndi bunun şeyini də görək yazıbdır. Doğum, ölüm, səltənət tarixlərində hicri qəməri yaz lütfən. Əlbəttə İttihat Mərkəzi Sultan Səlim دوم را هم به میلادی و هم به هجری قمری می نویسم. Sultan Səlim دوم miladi doğum günü 930 hicri qəməridə doğulubdur. Səltənəti 974-də başlayıbdır. Səltənət 974
74 Hicri qəməri də başlayıbdır. Səltənəti neçədə qutarıbdır? 982-də qutarıbdır. Yəni 12 il, 8 illik 8 il şah olubdur. 982-də Hicri qəməri. Səltənət dövrü bu zamandır. Müddət-i səltənət 8 il 3 ay təqribən şey olubdur. بعد از مرگ پدرش سلیمان قانونی تخته oturubdur. علاقه آسایش بزم در تاریخ به سار سلیم معروفdır. دوم سلطان از خاندان عثمانی است که نام سلیم دارد اما مشهورترینش سلیم اول Yavuz بود که پدر بزرگیdir. Tamam. Bunu da bildik dostlar. Pəs əgər bu kitab istəyirəm tarixin çıxadaq da özü üstə yazmışdı ki 1112-də bu kitabı yazıbdır. Hər iki kitabı. Amma calibdir ki, bu əgər Sultan Səlimin zamanında, 2-ci Səlimin zamanında yaşayıbdır və Sultan Səlim də 974 ilə 982-ci illər arasında yaşayıbdır. Nə cür ola bilər ki, bu kitabı Sultan Səlimin ölümündən 24 il sonra yaza bilər? Yox, 34 il sonra. Çünki 82-də ölübdür, 18 il oradan, 12 il buradan, 30, deyək ki, 30 il sonra. Nə cür ola bilər ki, 30 il sonra kitab yazılsın? Amma desin ki, onun zamanında yaşıram və onun hökmü ilə yazıram. Onun üçün burada bir dənə şey var. Bir iştibah olmalıdır. O iştibah da bu olacaq. Qeyd edirəm kitabın əvvəlinə. Əcəba bu kitabı yazan Həzarfən Hüseyn Əfəndi ki, çoxlu kitablar yazıbdır. O cümlədən bir dənə kitabı eşitdik ki, elə bir əgər iştibah eləməsəm 30 dəfə yazıbdır. Haradaydı o cür gördük bile 30 dəfə bir kitabı 30 dəfə yazmışdı. Hangi kitabı idi o? Əxlaq Əlayini 30 dəfə yazmışdı. Yox, o adı da Əlayi idi. O deyil. O deyil. Amma bu Həzarfən Hüseyn Əfəndi, Allah rəhmət eləsin, ehtimal mənim indi düşündüyüm budur. Bu şah zamanı bundan pul alır yazır. Tamam. Əgər bu şah zamanında bu kitabı yazıbsa, sonra 30 il sonra bu kitaba tarix vurulubsa, bu bunu göstərir ki, bu kitab 30 il yazılıbdır. Yəni, bu adam yazmayıbdır. Çünki 30 il sonra ikinci, üçüncü padişah var. Yəni, bunun yaşadığından 30 ilin içində 3 tane padişah değişibdir. Onda bu mənaya gəlir ki, o adam ki, bu kitabı nüsxə eləyibdir, o tarixi qoyubdur kitabda. Mənə belə gəldi. O təmmət deyir ki, təmmət filan. Onu bu qoyubdur. İndi buna biraz baxaq görək ki, dahi bir ayrı şəvahid də tapa bildik ya yox. Pəs dedi ki, Sultan-ı Şər-i Nigah, Sultan ibn Sultan, Sultan Səlim xan ibn Sultan Süleyman xan ibn Sultan Səlim xan, Allahümmə ənsuruhu nəsrən. Baxın, yenə deyir ki, o Sultan Səlimə, ikinci Sultan Səlimə Allah nəsr eləsin. Allahümmə ənsuruhu, yəni o diridir. 8 il hökumətinin ortasında bu kitabı yazsa, hətta axirində də yazsa, yəni bu kitab gərək yazıla, əslində mən buna tarix qoysam, gərək deyəm ki, bu kitab Səlimin ortasında yazılsa olar, məsələn, 74 ilə 82 arası olar, 6 il oradan 2 il buradan 8 il, gəlsək bu olar, məsələn, 978-də gərək bu kitab yazıla. Yazı, bu hudda yazı tarixi, bu hicri qəməri olmalıdır. Yəni 978 civarında, biraz aşağı, biraz yuxarı, yəni 1-2 il aşağı, 1-2 il yuxarı önəm daşımır. Amma ikinci Sultan Səlim diridir. Onun zamanında yazır. Ona görə də deyir ki, Allahümmə nsur nəsrən əzizən və əftəh ləhu fətən mubinən. Allah ona nüsrət ver, çox əzizli bir nüsbət və ona fəthi ver, çox böyük bir fəth. Dindar və dinpərvər
onu tərif edir. Oracan ki yazmışdı, onu tərif. Daməni nəfsi müqəddəsi və dənsi kəbairi və səğairdən, dəns mundarlıq, dənsi kəbair və səğairdən mütəhhər məşrəbi əqidi paçi خاشاک را آرای باطلدن معرا و مشرعی ذهن تابناچی شوائب مشرع şuru kimidir, yəni beyin başlanan yeri və məşrəi, qoy görün məşrəin mənası nədir? Mən o mənanı aldım. Amma görək ki, burada nə məna verir? Məşrə nə deməkdir? Məşrə müşərri, məşri deyil, beləsi deyir. Ərəbidən gəlmiş bir kəlmədir və anlamı qanun qoyan. Qanun qoyan, müşərri, müşərri, qanun qoyan, qanun vəz edən, şəriət ya qanunlar yazan və rəsmiləşdirən kişi ya mərcə, Türkidə beləsi deyirlər. Nə mənə? Qanun qoyan, yasa çıkaran, hukuk kurallarını düzenleyen kişi. Tamam. Bunu anladık. Güzel. Pes bu müşerri'di. Müerra ve müşerri zihni tabnaçı. Pes bu o ikinci Səlimdir ki, deyirlər qanun yazıbdı. Əlbəttə Urhan, Osman oğlu Urhandan sonra deyirlər ki, o qanun yazıb birinci dəfə. İkinci dəfə bu qanun yazıbdı. Yəni Qur'andan əna, yəni Qur'an və deyək ki, Qur'an deyək, Qur'an. Çünki şəriatı mən qəbul eləmirəm, ona görə. Qur'an deyək. Qur'andan kənar olan qanun ki, insan qanun yaza, birinci dəfə İslam dünyasında deyirlər ki, Urhan, Osman oğlu Urhan yazıbdı. İkincisində bunun qanunu, yəni ikinci Səlimin qanunu məşhurdur. Əlbəttə görürsünüz, Süleyman da ki, bunun dədəsidir, Səlimin dədəsidir. O da əslən qanuna məşhurdur. Yəni qanun yazmağa məşhurdur. Bəs bir də xaşaç arayı batilədən müərra yəni pak və müşərri zihni tabnaçi şəvaib zunun, şəvaib şahibə, zənni güman, pis amma, pis mənada. Və zunun, zənni də pisdir. Və zununi vahibə, o şey eləyər. Vahibədən mübərra, təmiz, mübərra yenə təmizdir. Müərra da təmizdir, mübərra da təmizdir. Zəncari əqaid fasid ayini zəmir münirinə yol bulmamış və zolal xatiri xətiri arayi firəq zalə ilə mükəddər olmamış əzəm şahan cahan olduğuna şah rahi məzhəbi Həzrət İmam Əzəm olduğu dəlil tam asman qədri qədər asman gibi idrak uqul və ohamiden birun və sipehri sariri sipehri gibi xiyal və əfhamiden mütecaviz və fuzundur. برگ حسام خون آشامی آتش آهنون و غمامی انعام آمی انعام عام gibi bir təvəqqüf və direnci cəhandarıdır. Görürsünüz, yalvarır da, yəni buracan 3 dəfə, 4 dəfə yalvarıbdı. İstəyir pul qopardı. Bilirsiniz, bu pul qopartmaq indi də var. Yazıma gəlir, Moğlana adında bir adam vardı. Bizim də danışqada, mən o danışqada dərs oxudum. Onun da özü Təbrizlidir, Moğlana deyən adam. Bilmirəm, ölüb qalır. Bir zamanda Əhmədinəcadın dövründə də bu Ruznamə-i Cəhanzadda yazı yazırdı. Əlbəttə Amerikada olur. İranda heç vaxt olmayıbdı. Yəni olmurdu. Yəni inqilabdan sonra İrana gedib gəlibdi, amma olmayıbdı. Amma Əhmədinəcadın əgər səhv eləmirəm, müşaviri də olmuşdu. Hətta o belə o yazılara ağır pul alırdı. Və dünyanın hər yerində
Tamami araşdırmalar ki siz görürsünüz dünyanın hər yerində yazılır. Bunu bir nəfər pulun verir və onun istəyi üzərinə və onun istəyi üzərinə yazılır. Siz fikir eləməyin ki, bitərəfanə təhqiq siz görməzsiniz. Bitərəfanə təhqiq sadəcə şimidə ola bilər və şeydə ola bilər, pezeşkidə, tibbidə ola bilər. Ondan sonra bitərəfanə təhqiq yoxdur. Çünki siz hər toplumsal, tarixsel, siyasal, ekonomisel təhqiqləri bir nəfər gərək pul verə. O pul verəndə hətta indi onu dedim ki, döktürlər yox. Hətta tibbidə də o təhqiqlər ki, açırlar normalda deyirlər bu dava elədi, belədi. Bunların da hamısı yenə də o davanı satmaq üçün bir nəfər pul verir, onun şey eləmək üçün, yaymaq üçün. Onun üçün tərəfsiz təhqiq yoxdur. Bunu yadınızdan çıxardın ki, dünyada bir siyasiluq, mən burada Kanadada research analizi oxurdum. Orada rəsmən gəldi bizə dedi ki, sizə bir adam pul verir ki, onun nəzərini təyid eləyəsiniz. Siz ona deyəcəksiniz, nə istəyirsən, gedəcəksən əvvəl onunla danışacaqsan. Deyəcəksən, nə istəyirsən məndən. O sənə deyəcək ki, mən bunu istəyirəm. Sən gələcəksən onu elmi şəkilə salacaqsan, sonra onu aparacaqsan topluma, onun təyidində onun istədiyin təyid eləmək üçün ya yaymaq üçün bir təhqiq eləyəcəksən. Bunu əmələn ustadlar bizə deyirlər. Nəzərsəncilər də bunun üstündə olur. Tamam, indi buradan geçək. Deyir ki, ən'am am gibi bir təvəqqüf və dirənç bir cəhandardır ki, daray cəhandır. Sənasi insü candır. Ünsü candır. Sənasi insü canə ünsü candır. Dili gəncili əsrar, şahi zəmiri, mətlə-i nur ilahi, mühit-i dəryayı cudəndir. Mühit-i dəryayı cudindən sərmaye cugi sipehri xumcuqanindən sipehri xəmi cuqanindən çoğan. Güya bir göydür ki, göydür əqtar əmtar qəmami ən'ami riyaz amal و هدایای احوال عموم انامه علی الدوام فایز و باراندر. و رشحاتی سبحاتی بیغایتی کشت و زار آرزو اسائلان isteyenler, sailler, cəm'i saildir. Və rəşəhati səbəhati biğayəti keşt u zari arzu əsailan ümidvare əla تعاقب الادواری sakibi ve rizandır. Ra'yi müniri salisi neyrin payi qadr rəfi'i فرق بساط جاه عریضی چارسوی ارکانیدن متجاوز و بیخ نوبتی دولتی فراز تارم کیوان وسعتی ارگی کمالی عرصی مسدس خاچیدن زیاده و رفعتی قصر جلالی محاذی سرخی ممدی افلاکیدن ممردی افلاکیدن برتر اقصای جهاندن تا آخر روم خان احسان بیکرانیندن kimsene mahrum degüldür eyyam adlinde zulmü çiş bedendiş kendi nefsinden gayriye zulm etmek mehalu hincam saltanatinde kemandan gayri kimse zur çekmek ihtimali yoktur. Hələ fiilən şaha tərif edir. Tərif edilməli də şahdır. Yəni əhdində zülf xuban səmən boyandan gayri
qıl qədər pərişan olmamışdır. Əhdinə zülf xuban səman boyandan, boylulardan, səmən boylu, səmən boyandan farslaşdırır. Görürsünüz, bəzən kəlmələr elə bir ki, farsı deyir. Səvər boyandan qeyri qıl qədər pərişan olmamışdır. Dövranında zülm kəmnab olub, xalq cahan zilli humayunlərində asudə rüsumi səltənətində Qeysər Rum و Xaqani. Bunlardan əgər geçsək, mən bunları oxuyuram, görürəm. Gedək, əlbəttə bunları da oxumasam bilməyəcəm ki, nə oldu. Oxuyaq, elə davam eləyək. Kitabdan bir heç olmasa. Xalq cahan humayunlərində asudə rüsum səltənətində Qeysər Rum و Xaqan fəxfur kəmineyi bəndələri və ayin ədalətdə Kəsra və Nuşərvan şərməndə qulləridir. Cavanbəxt و hər biri Osman təxti şəhzadələri səadət bürcünün mühri dirəxşani xilafət dürcünün dürri rəxşani xənsəri ya xizri səadətləri şayisتی mühri Süleymani və فرقد سالری سزاوار تاج جهانبانی. فرق başlı فرقد سالری یعنی başları da تاج جهانبانی و افسر جیتی ستایندر مراد بخشی سبا رخشی سعادتمند و ارجمند مجد و اسعد اولدغی جهانگیر و کشورستانی علمقه دلیل و علامت بلکه برهان و حجت‌دür. آصف آرا وزراسی کواکب آسمان ایوان دیوان کیوان رفعت آرای عالم آرالری شمع شبستان مملکت و فکر کشورگشالری حلال مبهمات سلطنت‌دür. خصوصا مربی خاندان عثمانی پرورده دودمان سلطانی نظر کیمیا اثرلeriyle منظور و مقبولleri کمال لطف طبع و حسن تدبیر و دلپذیری ile کاردان و صاحب تدبیر مهارت علوم فراسته ارسطو نظیر و افلاطون ضمیر امورشناس و فهیم و صاحب رأی ذوالطبع سلیم اهل حیا و ادیب حقایق اموره دانا و لبیب دستور کرامت معدن و فراست افشا وزیر مکرمت کان و چیاست وزیر مکرمت کان و چیاست انشاء مخصوص کلام سعادت خصوص تعز من تشا یوسف طلعت عیسی منقبت سعادت نوال محمود الخصال وزیر اعظمی و مشیر افخمی محمد بخشا محمد پاشا. Burada tı nədir deməkdir? O tı bilmirəm. Muhammedət Bəxşa, Muhammed Paşa, Nazimi Məsal. Tamam, vəzirin də adı burada bəlli oldu. Muhammed Paşa adında. Niyə buna T qoyubdu? Muhammed T, uzun T. Muhammedət Bəxşa, ehtimalən Muhammed ibn Bəxşa, Muhammed Paşa ola bilər, belə bir şey. Amma burada Muhammedət Bəxşa, Muhammed Paşa ki, nazimi مصالح جمهور انام احتمالا محمد بخشا یعنی محمد بخشلiyibdi. Muhammedət Bəxşa Muhammed Paşa səni Muhammed bəxş elədi ey Muhammed Paşa, yəni Həzrət Muhammed səni verdi ki nazimi məsalih cumhur anam və müdəbbir umur aləmdir və sairi ümara və xuddam
در جاهی واجب الاحترام و ملازمان و مقربان بارگاهی لازم الاحتشام در. لا زالت اعلام خلافته مرفوعه فوق السماء و ارقام السلطنة مرقومه على لوح البقاء و اتناب خیام حشمته مشدوده باوتاد الدوام و زلال عدله و رأفته ممدت الى و مدودتا الى yevmil qiyam. Tamam, qurtardı. Səbəbi kitab. Tamam, gəldi bura ki, kitabı niyə yazırıq? Səbəbi kitab cəmi müsənnifatdən ki, qəvaid təlifi, hikmət illiyə üzərinə məbni və mühtəva olə, cəmi müsənnifatdən ki, qəvaid təlifi, hikmət illiyə üzərinə məbni və mühtəvi olə, biri kitabı Nəsihətül Mülüküdür. Bir dənə kitab var, adı Nəsihətül Mülük. Ki, onun məzmunində ənva-i fəvaid və əsnaf-ı əvaid mündərəcdir. Tamam. Mündərəcdir. Fil həqiqət, bu kitab-ı müstətab, yəni o Nəsihətül Mülük, bu kitab-ı müstətab bir həqiqədir ki, əşcar-i muizəti əsmari və ləkum fiyha ma təştəhil ənfəs və tələzzül əyn əzhari ilə münəvvər və ətraf gülzari ma la əynün rəət və la özünün səmət nəsaimi əbir nisari ilə müəttərdir. Ma la əynün rəət, bir göz yoxdur ki, o cür bir şey görməş ola və la özünün səmət və qulaqlar da o cür bir şey, qulaq yoxdur ki, o cür bir şey eşitmiş ola. Yəni o kitab o qədər gözəldir. İndiyəcən deyir, yəni o cür bir şey eşidilməyibdir, görünməyibdir. O cür bir kitab. Nəsaim-i əbir nisari ilə müəttərdir. Ol dəftər fəzail və rəsaili fəvazili Sultan Məhəmməd ibn Məlikşah buyurdu. O kitabı deyir ki, Fəzaili Sultan Məhəmməd ibn Məlikşah buyurdu. O kitabı o yazıbdır. Nəsihətül Mülükü görə Xazaman yazıblar. Çünki bu bundan qabaqdır da. Kitab-ı Nəsihətül Mülük. Kimin zamanı yazıq çoxdur. Ona görə ki, çox deməsin, deyək bunu kim yazmışdı? Dedi ki, Nəsihətül Mülük dedi ki, Fəzail Risale Fəvazili Sultan Məhəmməd ibn Məlikşah buyurdu. Ta əbləğül füsəha və əfsəhül büləğa sərdəftəri uləmai əsr və səraməd füzəlai dəhr Şeyxül İmam Zeynəl-Abidin Hüccətül İslam Şərəfül Əyimmə Əbu Hamid Məhəmməd ibn Muhammed el-Ğəzali Tusi rəhmətullah aleyh ani zəban farsidən lisan-ı taziyə tərcümə etdi. Tazi ərəbi olacaqdır. Pəs bu kitabı Muhammed ibn Əbu Hamid Muhammed ibn el-Ğəzali Tusi. İndi bunu tapmaq özü çətindir. Yəni bunun Əbu Hamid Muhammed yazıbdır da, bunu beləsi deyək. Əbu Hamid Muhammed ibn Ğəzali Tusi. Tamam, Ğəzali yazıbdır. Görək ki, burada nə görsədir? Bunu acaba Ğəzalidən deyirmi? Nəsihətül Mülük پندنامی ملوک. این کتاب یک اثر کلاسیک در ادب و سیاستنامه نویسی اسلامی است و چندین نویسنده در تاریخ کتاب‌های با همین یا نزدیک به همین عنوان نوشتن، اما مشهورترین و ظریفترین نسخه متعلق به İmam Məhəmməd Ğəzzali. Tamam, qurtardı. İndi bunun Ğəzzali bunu ha zaman yazıbdı? 450 Hicridə yazıbdı. 450 Hicridə doğulub, əlbəttə 505-də, yəni 55 il ömr eləyibdi və bu 55 ilin ortasında yazıbdı, yəni. پند به پادشاهان، اخلاق حکومتداری، عدالت، دین و سیاست. Zaban əsli Farsi klasik. Bu deyil, əlbəttə deyirdi ki, bunu ərəbidən çeviribdi şeyə, Farsçaya.
Belə bir şey dedi. Haradaydı? Buradaydı. Dedi ki, tamam bunu da tapdıq. Bəs bu kitab 500 ildir yaxşı bundan qabaq yazılıbdı. 500 də yox, 450 il zat, 420-30 il qabaq yazılıb bu kitab. ابوالهام غزالی توسی رحمت الله علیه آنی زبان فارسیdən lisan-ı taziyə tərcümə etdi. Əgərçə Farsıda yazmışmış. Əgərçə bu müxəddiri Humayun Tətuk kömündən nə mənədir? Tətuk nə deməkdir? 2 dənə teynə, bir dənə qafla nə deməkdir? Bunu baxım görüm. Bu mənə çox taza bir kəlmə idi. Oxumağını da bilmədim. Yazıq görüb tətuk nə deməkdir? Tətuk ya tətək این واژه ترکی کهن و عثمانی است و چند معنی داره که بسته به وافت مد پیشبند دامن جلوی لباس کوتاه یا بخش جلوی جامه به صورت مجازی پناه دامن حمایت تتق پس تتق oldu تتق تتق da okunur تتق da okunur cəlibdir dedi ki əlbəttə burada o qoyubdu üstünə tətuq olubdu tətuqi Komundan nə? Tətuq komun nəmin olacaqdı? Komun. Yenə bunu yazaq. Tətuq komun nə deməkdir? Çünki komun bu günləri bir ayrı mənada ingiliscədən gəlmə bir şeydir. Xoşməzzə, zirə ləziz. Tətuq dadlı. Tətuq dadlı. Tamam. Tətuq komundan vəçi məşruh üzərə əlvan buqələmun və əsvab cunacun ilə yüz göstərib, cah cami farsi və cah hüllə-i tazi birlə cilvə və ərzi cəmal ilərdi. Amma hənuz qəba-i rumi ilə müzəyyən olub fərqədsai lüğəti türki ilə zeyb و zivər bulmamışdı. O kitab deyir ki, Türkiyə tərcümə olmayıbdı. Ol səbəbdən kökəb asman eyvan divan keyvan rəfət o səbəbdən kökəb asman eyvan divan keyvan rəfət rəiyyət pərvər mərhəmət güstər vəzir cahangir müşir sahib tədbir nazim umur عالم آصف اعظم رای عالم آراسی شمع شبستان مملکت و فکر کشورگشایی حلال مبهمات سلطنت محمد Paşa یسر الله تعالی فی الدارین ما یرید و ما یشاء həzrətlərinin məxdum zadələri oğlu olan nur hədiqi-i kiram və nur hədiqi-i ihtişam şaxi küleyn ya gülbeyn büləndi şaxi gülbini büləndi nəhal bağ ərcməndi balای سرشی زهوشمندی بالای سرشی سرشمان سرشت بالای سرشی زهوشمندی میتافت ستاره بلندی میتافت nə deməkdir? Bu farsı olmayacaqdı. Mitaft nə mənə? Mitafti ستاره بلندی میتافت ستاره بلندی nə deməkdir? یک ستاره بسیار درخشان و در جایگاه بلند چه در آسمان و چه در صور استوار برای یک انسان نامدار بله ulduz میتافت haradaydı qaldıq ستاره بلندی oldur sirri الولد سر ابیه بلندی ستاره بلندی الولد سر ابیه فحواسنه مطابق و جمیع احوال حمیده و افعال پسندیده dür والد ماجد حضرتlerine موافق محمد سیرت حسن صورت نوباوی گلزار جوانی ستاره تابنده انفوانی عدالت شعار نسبت دثار حسنی حسن پاشا یسر الله ما یشاء حضرتleri diyar celilül itibaride
بلده محمدی حلب چی حال چهره ممالک و خال چهره ممالک و سواد نسخه سبع ارایکدر و مشام و جان و دماغ جنانی اول شهر فردوس نشانون هوای عبیر افشانیل غیرت نسیم تنسیم جاندر منذر و معطردر و bu ابیات ابیات فائق اوصافına خلعت olmağa layık olduğundan hasab hali vaqi olmuştur. Hələb təfəvvük burada şeiri yazır. İndi mən bu şeiri ərəbcədə oxuya biləcəm, oxuyamayacağam, o bir məsələdir. Hələb təvəffuq aləl biladi bi arba'i bimiaiha maiha və havaiha və yanaiha və anbaiha حلب شحيا قالت سائري للمدن عبيدي أنا في تختي ورختي بين سعد و سعید ایالت و ولایت ایالت و ولایت مزبوره والی ikən ədl kamili və ehsan şamili və rayi. İndi bu şabı tapmaq çox rahatdır. Vəzirin adını bildik, vəzirin oğlunun adını bildik. Bilirik harda xidmət eləyibdi. Yəni Şamda validir. Vəzirin oğlu Şamda validir. Hələb buranı oxuduq, gəldik ki, iyalət və vilayət məzburəyə vali ikən ədl kamili və ehsan şamili və rای آلام آراسی ilə nizam کار رعایا رونق tamam və bazar مهام خلایق رواج مالا کلام bulmuştur. Nətaic افکار اصابت شعار و نصایح sin ilə yazıbdır, sat ilə yazmıbdır. Və nəsayici, ehtimalən nəsayicdir. Və nəsayic aray aləm araləri muqtərini səlah əhli vilayət və mütəzəmmin nizam əhval rüaya və bərayadır. Bu qullərinə özünə deyir. Əmr edib, iş bu kitab-ı nəsaih intisabi Türkiyə tərcümə eləyim. Amma bu babidə baxın, hətta vəzir gedibdir, diqqət buyurun, olar ki, deyirlər ki, Osmanlının dili farscadır, diqqət buyurun ki, hətta vəzirin oğlu Şamdakı ərəbdir, yəni Suriyə, bugünkü Suriyədəki ərəbdir dili, orada hakimdir. Orada dəstur verir ki, ərəbcədən ya farscadan türkcəyə kitab tərcümə olsun. Bu qullərinə əmr edib, iş bu kitab-ı nəsaih intisabi Türkiyə tərcümə eləyim. Amma bu babidə kəm qədru dürə etibar bəlkə mütləqa təlif və təsnif kinayə irtikab edən füzəlai zül iqtidar qəllət bəzaət və qusur istidaətlərinə iqrar və zəllatu səqətələrinə həman səqətlərinə cəm bağlar, səqətələrinə zəllat reze ilə yazılıbdır. Görün bu nə olur? Zəllat nə deməkdir? Cəmi zəllə, ləğziş, xəta, səhv, reze ilə calibdir. Və zəllat və səqatlərinə etizar edələr. Aqibət hədəf səham məlامət və sipehr səmsam əzamət olub haqq و ناحق متعن حق و ناحق متعن hər cahil و احمق olmaq müqərrər və mühaqqaqdır. Amma onlar ki, zivər mərifət və hünər birlə arastə və cövhər-i təb'i fəzl pərvərlə پیراسته olub قلب و وقادله نقودی فضائل نقادی و دیده انصاف ile cevahir ماترکه صرافی olalar vufur fazl və hünərlərindən dur və məzid lütf kərəmlərindən bəid و محجور dəcildür ki
hər qəndə xeyru, qənd yəni hər şeydə, hər qəndə xeyru kəmal müşahidə edələr məvahibi haqqi azuib şirinlər cəm bağlı ehtimalən üzrü eyb olacaqdır. Üzrü eyb olacaqdır. Haqqı üzrü eyb və nuqsan. Çünki beləsə azuib ola bilər əlbəttə azuib baş tapıram. Üzrü eyb. Üzrü eyb mən beləsə oxudum, bəlkə qələt oxuram. Azuib də görək bunu əgər qələt oxuram, düzün oxuyaq da tapaq da yaxşı. Azuib nə deməkdir? Görək ki bunu tapır nədir? Deyir ki ehtimalən bu mən dediyimdə üzrü kəlməsi gələcəkdir. Mən də onu ocuz oxudum. Üzrü eyb və nuqsan gördükləri məhəldə əcz və qüsur və bəşəriyyətə həml edib. Əcz və qüsuru bəşəriyyətə həml edib. Bu kəmini bu xüsusidə hədəf tir məlamət etməyib. Məvazi həfəvaiddə əvaid olacaqdır, hed düşübdür. Əfv edələr. Aha, məvazi əfv etdə eyni, məvazi əfv, tamam. Əfv etdə eyni rızayı məmsuh və didə bəğzayı məftuh tutmayələr. Bəğzay boğzular və məvaqi zəlalətdə qələm islah hamle ələs-səlahi dəriq buyurmayələr. İş bu kitab. Tamam yetişdi bura. Kitabı da pəs bir nəfər deyibdi ki, ağa bunu bir dənə mənə kitab yaz bu şeydə ya da türkçəyə tərcümə elə. O cür dedi. İndi gəl kitabın içinə baxaq. Bunun üçün oxumayacağam. Gedəcəyəm. Əlbəttə fikrim ki 2 saatı da keçdi. 1 saat 42 dəqiqə. Tamam. Şəcəri iman. İş bu kitab nəfais bəyan bir şəcəri iman və müdyi babı üzrə və 7 bab üzrə məbni və əyandır. 7 bab imandan əlavə 7 bab vardır. Şəcəri iman 10 fəsl və 10 fərq və 2 eyni məşrəb və əhadis və ayat və ana münasib əmsal və hikayat bəyanındadır. Pəs xud bu iman özü 10 fəslidən və 10 fər'idən və 2 eyni məşrəbdən, ondan sonra hədislər, ayatla doldurulubdur. Ona görə bu kitab uzun kitabdır. Çünki əvvəldə iman haqqında danışacaqdır ki, iman nədir? Sonra gedək ki, siyasət nədir? Əvvəl binövrəni tökür. İman nədir? Çox gözəl. Əvvəl binövrəni tökür ki, bunu oxuyan əvvəl desin, ağa, iman budur. Ondan sonra bunun üzündə geçsin, desin ki, siyasət nədir? Düşündüm. Bab əvvəl Şahan Ali Məkam Həzrətlərinin ədl siyasəti və sirət tarixləri bəyanındadır. Bab sani siyasət və burada bir şey yazıb siliblər. Vərasət olacaqdır. Vərasət olacaq ya vurrast ola bilər. Siyasət və vurat vizarət də ola bilər. Vizarət. Siyasət, vizarət və sirət və vüzəra bəyanındadır. Tamam, düz oxudum. Siyasət, vizarət və sirət və vüzəra bəyanındadır. Bab-ı salis kitab kitab və adablər bəyanındadır. Bab-ı rabi semmuhum muluk bəyanındadır. Semmuhum muluk bəyanındadır. Bab-ı xalis hükmü hükema bəyanındadır. Bab-ı sadis şərəf-i əql-u üqəla bəyanındadır. Bab-ı sabi nəət-i nisa və xeyr-u şərləri bəyanındadır. Nəət-i nisa xanımlar haqqında gözəl söz deyir.
na'at nisa və xeyr-i şərləri bəyanındadır. Ray aləm tacdar və fikr keşverguşay namdar həzrətlərinə xəfi və nəham buyurulmuyə ki, Cənab-ı Vahib ətaya və razıqul bəraya təqəddəsət əsmauhu və tətabəət alauhunun. Tamam. Buradan bu izəni qoyuram qalsın. Gedirəm ikinci kitaba. Kitabın sonundan da bir yarım səhifə oxuyayım. Biraz hikmət, hikayət, bir qırmızı yazılardan da bir şeylər görsəm oxuyaram əlbəttə. Bab-ı salis kitab və adənləri bəyanındadır. Bu və adabləri. Uləma edər. Cəmi əşyadən qələm əcəldir. Cəmi əşyadən qələm əcəldir. Quranda da qələm çox mühümdür. And içir buna. Və nuni vəl qələm və ma yəstrun. And olsun qələmə və qələm yazan şeylərə. Çox mühümdür. Uləma eydər. Cəmi əşyadan qələm əcəldir. Zira qələm ilə salif və mazi iadə etmək mümkündür. Və qələmin fəzlu şərəfindən Cəlibdir. Bunu mən biraz oxuyayım. Biraz da özümüzə qələm, biz də qələm əhliyik. Məsələn, axı. Və qələmin fəzlu şərəfindən Həzrət Haqqı Cəlalə nuni vəl qələm və ma yəstrun deyibdir. Və habelə yenə deyibdir. Və iqra və rabbükə əl-əkrəm əlləzi əlləmə bil qələm əlləmə insanə mavlayim yələm deyə qəsəm buyurur. Hadisi Resulullah sallallahu aleyhi və səlləm Həzrəti Bari əzzə ismuh ol əvvəl qələmi xəlq eylədi. Bir dənə hədis gətiriblər ki, Allah təbarək və teala əvvəlcə qələmi xəlq eləyibdir. Yəni deyir ki, istir nə deyər? İstir deyər ki, bu xilqət qələm ilə olubdur, nəqqaşlıq olubdur. Və kain, bu kain yəni məknunat, hər şey ki vardır, konu məkan və kain olduğu üzrə cari oldu və deyə buyurdu. Cari oldu, deyə buyurdu. Abdullah ibn Abbas da hədis gətirir. Bunlardan gedək qırağa. Qələmə görə çox İslamda əhəmiyyətin görün, ha, yəni bəli, biz bu günlər qələmi sadəcə satırıq. Tamam, gəldik kitabın axirinə. Bu axirindən biraz oxuyayım, görüm ki, nə yazır. Çünki burada bir şeylər gərək biz oxuyaq, görək ki, İsm-i surəti mələki istixfaf olə və bu günah ilə bən məxuz oldum, dedi. Tamam, buranı biraz yerim üstə, görüm ki, nədir. Etdim, zira vəchində surəti məlik və ruyi digərində ismi müsəvvər. Ehtimalən bir sikkədən danışır. Mən baxmadığım üçün gərək yenə də yarımçılıqdır da hər yerdə. Müsəvvər və mərsumudur. Xof etdim ki, qəflət ilə bir kimsə əyağı ilə bu surəti ismu, surəti mələki istixfaf, mülkə ya məlikə istixfaf olə və bu günah ilə bən məxuz oləm, dedi. Xusro kələmatına təəccüb edib təhsin və afərin eyləyib. 4000 dirhem dəxi ənam edib. Ətraf əşnafında etdirdircə əşnafə nida etdirdi ki, heç əhəd araya nisa ilə tədbir eyləməyə və hər kim arayı zənan ilə tədbir edib əmriləri ilə məmur olursa, bir dirhəmi 2 akçə xusran edər. Müəllifi kitab eydər. İmarət dünya və tənasül bəni Adəm nisa ilə önür şayət də. Yəni və imarət bi qeyri rəy və tədbir olursa səhət bulməz. Şavəruhunnə və xalifuhunnə demişlər. Xanımlarla müşavir eləyin, amma müxalif gedin deyir. Xutbə-i zənanidə
merdi danaya ehtiyat lazım ve mühümdür. Ve bikriyken təəhhül etmək gərək ta balıq olduğunda eyb و ar و طریق nahəmbara düşməyə. Tamam, buralar mən dedim kitaba mərbutdur, kitaba mərbut deyil. Kitabı da bura tarixini oxuduqda ki, ənyədi təmmə kitab adabul müluk ənyədi əzəf ibadil mə'bud Salih ibn Abdülkerim ibn Salih Əfi Ennəhuma. Burada bu dedi Salih yazıbdı. Ama biz orada fi yevm sani aşer Salih ibn Abdülkerim ibn Salih afa anhuma el-afvul vedud fi yevm sani aşere في شهر محرم الحرام سنه 12 و 100 و الف من هجرت من له عزت و الشرف. burada da rahmallahu limen qara'aha ve amela biha ve sami'aha ve li cemi'il mu'minin ve'l mu'minat el ahya'i minhum ve'l amvat ya bi rahmetike ya erhamer rahimin. Bu tarafta da ve sallallahu ala seyyidina ve seyyidina ve şefiyina ve habibina Muhammedin ala alihi ve ashabihi ve azvacihi ve atbaihi ecmain. Tamam, bu da o değil. Subhane rabbike rabbil izzeti amma yasifun ve selamun alel murselin ve hamdülillah velhamdülillahi rabbil alemin. Kitap beləsi qurtarır. Bu birinci kitap qurtardıq. İkinci kitabın nədən isə getmir, hərəkət eləmir. Tamam, ikinci kitabdan da biraz oxuyaq. Bu görək xüsusən ki, bunun səs ki qoyubdu. Bunlar nədir? Bismillahirrahmanirrahim. Haza kitabı Dəsturul Vüzəra. Həmd besyar şul padişah aləm la yezəl və la yezal həzrətinə layiqdir ki, xiddə-i mülki dünyəvinin sükkani üçün məaş asiyasini qanun siyaset hikmetün temhidi ile nizam verdi ve şükri bi şumar şul mülki zülcelal meliki zülcelale sezavardır ki mülki ma'nevinin ersesinde قواعد مکارم اخلاق و محامد اوصافın istihkamiyle intizam binasını قودی قهار ذل اقتدار ki sətvət qəhri ilə zalim cəbbarlərin riqabini pəstu zir dəst eylədi. Adil kamkari ki ədlünün asar rəfəti və ənvar rəhməti zəif məzlumlərin daiyəsini məhəlli qəbulun اوجینه yetiştirdi ve salavat, ezkiyat ve tehiyyat namiyyat sahibi livay اعظم و واضعی شرعی اکرم و ممهدی سیاست اقوم سید ملوکی انبیا مقتدای ارباب سلوک از اولیا ve asfiya Muhammed Mustafa Hazretlerinin ruhi purfutuhine vasil ve al ve oğlad ve ashabine mütevasil ole fin na'at. Bir tane şiir ihtimalen yazır onun Hazreti Resul'ün ve onun alinin na'tinde. Yani na'ti necir? Na'ti görüm necir tercüme edebilirim Türkçe. Sitayiş, gene sitayiş Ərəbcədir. Na'at ərəbi mənşəi bir istilahidir və klasik ədəblərdə məxsusən məni Həzrət Peyğəmbər üçün yazılmış mədh. Onun gözəlliklərini, əxlaqını və ondan məhəbbətini tövsif edən ədir. Bunun sözü nədir? Yaxşı, bildim bunu, mən bunu bilirəm. Latincəsi Həzrət Məhəmməd Otamam 14-cü yazıbdır şeir. Şeir na'at. Türkçəyə çevirsək nə olar? Gözəlləmə desək nə olar?
gözəlləmə. Mən belə bir şey çıxartdım, bəlkə də düz deyil. Şəfi'ül müznibin, sahibi mürüvvət, həbib haqqi, şəhi mülki nübüvvət, səmai rəhmətün, şəmsi zuhasi, risalət təxtünün hümmi, padişahi, həm risalət təxtünün həm padişahi, qəmudən hüsn-ü xulqi anun əzəm, müsəmmasi gibi ismi muazzam, mübarək ismidir anun Muhammed. Buradan bu izə başlanır. Mükərrəmdür, müəzzəzdür, mücəmməd. Burada görürsünüz, buradan bu izə başlayır. Şeiridir. Oradan e'rab koymamıştı. Buradan başlayır e'rab koyuyor. Yani Türkçe'de. Resulün abdehiyyun zemzemiyye Kureyşiyyun kerimun haşimiyyun netekim durede sab'i semavat neteki devrede doğrana neteki devrede sab'i semavat mütehher ruhine bin salavat dahi ashab aline tamamet erişsün daimen haktan selamet xilafet köklerinin aftabi Resulün yani kim naibi menabi yani kim naib menabi Muhammed Mustafa'nın yari tahqiq sadiqi sadigan Bubekri Siddiq İmamül Müttegin Zeyn Vazin Mihrab Hümamül Müminin Fahri Ashab Haqaiq Məxzəni sahib hünərdür Muhammed Mustafa yari Ömərdir şəhadət şəhrinə şahi müəzzəm həyatında Sultani Mükerrem İmam-ı Cami ayat Kur'an Muhammed Mustafa'nın yarı Osman şücaət məxzəni şahi vilayət maarif mədəni çari keramet ulum-u hikmətə dəryası bihəd kemal fəzlini mümkün degül əd İmam-ı müttəqi sadiq vəlidir Muhammed Mustafa yari Əlidir İmamin şərifin İmameyn şerifeyn Habibeyn Hüseyneyn bağışlayın. İmameyn şerifeyn Hüseyneyn Hemameyn Humameyn Kerimeyn Nasibeyn Gülistan şehadet gülleridir Saadet bağının sünbülleridir Hasan birlə Hüseyn pürsefadır ki bunlar hafidini ki bunlar hafideyni müstefadır nedənlü var isə aləmdə əhbab nedənlü var isə aləmdə əhbab Muhammed Mustafa'ya al ashab ilahi cümləyə fəzlun rəfiqet rizanın bəhrinə daim qəriqet sallallahu aleyhi və alihi və razaqna من لمعات انوار جماله و بعد اقل الخلیقه بل الاشر في الحقیقه الفقیر الضعیف الحقیر النحیف علی ابن محبی الشیرازی الشریف. Tamam. Ağa kitabı yazan əsli Əla ibn Muhyi ibn Şirazi ki dedi bunu yazıbdı. Bir nəfər də bunu ərəbiyə çöndəribdi. O da şey idi. O da Əbu Hamid Muhammed Qəzzalidir. İndi eydər ki, indi o deyir, onun yəni gedib oradan yazır. Eydər ki, müddət-i mədid və əhd-i bəid idi kim, xatir-i fatirə. Tamam. Kitab buradan bu yüzden başlayır siyasete girir. Ben de buranı okumayayım çünkü əvvəlincində də oxumadım. Bunda da oxumayayım. Amma burada bir Sultan Səlim görürəm. Görürüm burada ne yazıbdır. Deyir ki, aha burada bir şey yazıbdır. Baxın görüm nədir. Oxuyaq buranı. Şirazi Şərif eydər ki, müddət-i mədid və əhd-i bəid idi kim, xatir-i fatirə hər zaman bəlkə hər an şöylə xutur edərdi ki, füzəlanın təlifatından və uləmanın təsnifatından bir növbavi fikri bekri istinbat istixrac eləyib, türki dili ilə tərcümə qılıb, faidəsi am və aidəsi tamam olmaq əcəli üçün, əgərçi, baxın, nə cür olur burada o
Əlayi ibn Muhibbi Şirazi deyir ki, istəyirəm türkçü yazıla. Mən bəzən bunlarda qalıram. Yəni təlifatından və uləmanın təsnifatından bir nobavəyi bikri istinbat, istixrac eyləyib, türkçe dili ilə tərcümə qılıb, faidəsi am və aidəsi tamam olmaq əcəli üçün, əgərçi kəm şən lətafət, kim şən lətafət nişan əbnai zaman bir mərtəbədə, lətif və bir məsabədə zərifidir kim, ərayisi غورانی معانی منسی الفاظده هنوز جلوگر olmadan husul tamam murade ve husul qasd ederler. فكيف çi معانی çi lugati فكيف çi lugati tasihinde bir tane kitap dadı. Lugat tasihinde tasih kitap ve idrak maanisinde fil cümle teammül ve teanniye irtikab ederler. Ve çünkü علوم متداولده تصنیفات و تألیفات حدداً بیرون دور و هم زمانه müzde ve hem زمان müzde ahli dahi çoktur. Ama vuzera ve hüccam ve ümera İslam'ın siretinde Türkçe diliyle ta'lif cedid ve tasnif müfid yoktur. Binaen ala haza, bakın görürsünüz da siyaseti deyir ki, Türk dilinde yazın, bunlar da anlasınlar, vəzirlər də anlasınlar. Əla haza, ben fəqir kəsir təqsir vüzəra-i izam və ümərə-i kiramın sirətləri üçün və səlatini əsatinin xidmətlərində hifz əsrar və muraat oqat leyl و nəhar və səxət rizalərində vüzəranın həzm و təyaqqüzləri bəyanında və vüzəra-i maziyenin nəşr əvaidlərində və bəst fəvaidlərində bu risale-i şirin məqalə Türkçe dili ilə mütərcim qıldım. Pəs bu adam yazan kitabın əslini yazan o şeydir, Şirazi dediği adamdır. Bir də qeydim onun dalından adı Əlayi ibn Muhyiddin. Burada kamil adını yazıbdı, orada yazmamışdı bu cür. Mühibbi Şirazi, mühib değil, Mühibbi Şirazi. Əlayi ibn, mən bunu şeydən bir soruşum, görün ki bu Əlayi ibn Muhibbi Şirazi kimdir? Əlayi ibn Mühibbi Şirazi kimdir ve hangi çağda yaşırmış? Tarixlər hicri qəməri olsun. Görək buna görə nə yazır? Əlayi ibn, bunun adını iştibah yazmışam. Mühibbi yazacaqdım, Mühibbi yazmışam. Tamam, təzəşdən yazdıq. Əlayi ibn Muhibbi Şirazi kimdir؟ به نظر میاد علائی ابن محب شیرازی که شما پرسید نامش در متون ادبی و شعرهای کهن ادبی دیده می شود و شخصیت تاریخی در حوزه ادبیات و عرفان بوده، نه شخصیت سیاسی یا فقهی. مشهور با زندگی کامل ثبت شده. چیزی مانده علمای بزرگ مثل ابو اسحاق شیرازی نیست که اطلاعات از زندگیش ثبت شده باشه. علائی ابن محبی شیرازی یک واعظ، شارح و نویسنده متون عرفانی ادبی در شیراز بوده. Bu o değil. قطعاً o değil. علائی ابن شیرازی شغل سمت، واعظ و شارح ادبی و عرفان o değil. دوره زمان قطع 9 هجری تقریبا معادل عمر شنیداری نسخه اثری از ایشان نشان میدهد و بیش از این بوده است. Getirmedi bir şey. Tamam. هنوز جلوگر تصحیح کتاب و معانیسinde fil cümle teammül ve teanniye irtikab ederler ve çünkü ulum mutedavile tasnifat ve ta'lifat haddiden birundur ve hem zamanımızda
əhli dəhi çoxdur, amma vüzəra və hükam və umara İslamın sirətində türkiv dili ilə təlif cədid və təsnif müfid yoxdur. Binaən əla haza, bən fəqir kəsir təqsir vüzəra izam və umara kiramın sirətləri üçün və səlatin əsatinin xidmətlərində hifz əsrar və müraat اوقات لیل و نهار və səxət və rizalərində vüzəranın həzmi təyaqqüzləri bəyanında və vüzəra-i maziyənin nəşr əvaidlərində və bəssi fəvaidlərində bu risalə-i şirin məqalə türki dili ilə mütərcim qıldım və ərəbi və farsi kitablərindən bu məhbəsə mütəalliq dürər və qurərlərini intixab edib qərihi təbimdən sadir olan və iradati واردات غیبیه دخی بلا زم قلوب ابزد bilmək qüvvəti ilə deyil, bəlkə əbü və cəd məavənəti ilə mübəyyin və mübərhən və müfəssəl və müəyyən zikr eylədim. Ta kim bu töhfə-i fəqir həqirün vasitəsilə bargah aləm pənah آصفی زمان و واسطه امن و امان و رابطه کون مکان منبع جود و احسان مطلعی عرفان و ایگان کفیلی مصالح امم جهانی لطف و کرم جامع المعالی و مناقب الکافل اعطاء المناصب مربی الفضلاء و علما مرجع الفقراء و کهف الغربا لعالی حضرت سلطان سلیم حفظ الله بلطفه العمیم جناب شوکت مناب حضرت مصطفی پاشا کامیاب لا زالت نظام مملکته مزینا به آثار طافه و معنونا و معنونا به انوار اعطافه خدمتنده خدام محصل المرام ادادیندن معدود و محسوب و خدمات کرلغ سمتیل معروف و منصوب علام ای منبع عدالت وی معدن سعادت ای صاحب حمایت وی والی ولایت bu بندی کمینی صدقیله can و dilden yüz sürüp ağustana geldi. Avamir inayet. Ömer elbette yazıbdı. Ömer inayet. Ömer inayet bendendir. Ömer inayet bendendir. Alai damani çi tutupdur. Alai dedik ki bak bir Alai özü yazıbdı. Alai Muhibbi Şirazi bu yazıbdı. Necür oldu axı burada qatışdırdım mən. Alai Muhibbi Şirazi Türkçe yazandı. Necür deyir ki bu Farsi yazıbdı. Tazaşdan gəlir gene deyir ki mən yazıram. Yəni mən yazan. Bax bir də burasını oxuyuram. Bu bəndiyi kəminə sidq ilə canı dildən yüz sürüb ağustana gəldi. Ömer inayet bendendir. Alai damanın tutupdur. Daman hemen damen da Farsça gelip damen oldu. Damanın tutupdur. Olğal muin ana sen. Olğıl muin. Ona muinlik ol. Köməklik elə. Ana sən ey məfxəri imarət və bu risali müşkin kəlalə bir müqəddəmə və bir xitamə ilə xatimə ilə mürəttəb və 3 bab ilə müvəbbəb qılıb dəsturul vüzəra adı ilə müsəmma oldu. Ümmid budur ki ummidə həmişə yazır ummid budur ki mətbui təb'i səlim və mətbui zihni müstəqim ola ami ya muin müqəddəmətül kitab başdır burada kitabın siyasətin girir içinə müqəddəməsindən bir zərrə oxuyayım qalanı qalsın. Müqəddəmətül kitab
Risalənin müqəddəməsi vizarət və vəzirin ləfzünün təhqiqində və mənasının tədqiqindədir. Ray aləmarای puşidə dəcildir ki, ləfz vəzir yaxud vizrdən müştəqqidir ki, günah və ağırlıq mənasındadır. Öyle olacak mənası. Öyle olacak mənası budur ki, padişahın günahı boynuna alıp cəmi mü'nətini çəkər. Mü'nət yeri zəhmət, mü'nətini çəkər və yaxud vəzərdəndir. Vəzər sözündən. Vizr sözündən olsa deyir, yəni vəzir o adamdır ki, şahın günahlarını alar boynuna. Əgər şah bir şeyə qalsa, bir günaha müttəhəm olsa, vəzir keçir qabağa deyir, mən eləmişəm. Amma əgər vəzərdən olsa, vəzər sözündən gəlsə, müştəqdir, mənası budur ki, padişah onun rəyi ilə etisam edib, cəmi umurini ona təfviz edər. Və yaxud muvazirədən müştəqqidir. Deyir, ya da ki, kəlməsi muvazirə sözündən gəlibdir ki, muavinə mənasına əla əyyəhal padişahın hüsn zikri və ülüvvi qudrəti vəzir səbəbiylədir. Madam ki, vəzir salih, kafi və adil və nasihi dafi kimsənə olə və Həzrəti Rəsul sallallahu və səlamuhu aleyhi buyruğudur ki, İza əradallah bi əbdin xeyrən cəalə ləhu vəzirən salihən innə nəsiyə zikrəhu və innə zəkərə əanəhu. Ya onun unutduqlarının yadına salar, ya da onun köməkliğin yadına salar. Tamam, buradan başlayır, gedir bablara. Mən babın fəqət adlarını oxuyaq ki, bu kitabda nə oxunacaqdır. Ərdəşir, Bəhrami, Qur, birisi, bablardan danışır. İndi gəldi. Bəhrami Qurdən sual olunduqda, padişah qaç kimsəyə muhtac olur, ta kim səltənəti fərəh və surur ilə itmam bulə, cavabında etdi kim, 7 kimsəyə mühtacdır. Birisi vəzir-i salihdir ki, onun rəyi ilə tədbir eləyib, umur-i səltənəti onunla infaz və icra eləyə. İkincisi, gözəl və yekrəng atdır ki, hacət günündə onu nəcat yəgə sənə çıxara. Nəcat yəgəsinə çıxara. Yəgə, biz bura deyirik yaxə da. İndi yaxə deyirik, yəgəsinə. Nəcat yəgəsinə çıxara. Üçüncü, kəskin qılıcdır. Dördüncüsü, sair yaraqlərdir ki, ona silah-ı həsin dərlər. Beşincisi, çok mal ki, onun yükü yeni ola və bəhası yükü yeni, yəni yükü az ola və bəhası çox ola, cəvahir nəfissələr gibi. Altıncısı, gözəl xatun ki, qəlbə surur və didəyə nur və ruhə hubur verə. Yedincisi, bir təbbaq ki, həm surətən gözəl və həm sirətən gözəl ola. Üləma və hüküma buyurmuşlardır ki, vəzir 5 nəsnə ilə, tamam, burada nəsnələri sayır, mən istirdim görüm ki, kitabın şeyin desin, baxım görüm kitabın bir yerdə, əgər başlasa, kitabın için saysa, onları oxuyaq, yoxsa gedək o birisi kitaba. İnanmıram ki, getdi burada şahların sözlərinə ki, təcrübələri, yəni geçmiş şahların təcrübələrindən istir gətirə, taza şaha desin ki, sən vəzirə desin ki, belə elə. Tamam, yoxdur, buradan da gedək. Bu kitabda siyasət haqqındadır, çox gözəl. Burada əlbəttə bir şeylər, cədvəllər çəkib. Mən bu cədvəlləri bilmirəm, nədən ötürdü, oxumadığım üçün də bilməyəcəyəm. Faideyi cəlb-i məaş üçün və hər cüz iş
hər güc, iş asan olmaq və xeyir və bərəkət çox olmaq üçün gərəkdir ki, bu ayəti zikr edənələr. Səyəcəlullah bədə usrin yusra və əgər rəqqi ahu üzrə müşki və zəfəran və gül suyu ilə yazələr bu surətdə ki, zikr olunur və həmail edənələr dikli muradat və məqsudat müyəssər olub, hər üsr yusr olur, haqqın onun inayəti ilə haza və hazihi surətü. Tamam, bunlar da dualardırlar, zahirən yazacaqdır, yanıcan götürəcəkdir, calibdir, bu da bu. Gedək o birisi səhviyə, o birisi kitaba. Bu kitabın sonunda dedik, o yazıbdır. Bu kitabın biraz geçəndən sonra görürsünüz ki, səslərin qoyur, türkcəsinin üstünə səs qoyur. Əlbəttə, baxın görün, bu türkcədir, yoxsa ərəbcədir. Ərəbcədir, buradan ki, görürəm, ərəbcədir. Yox, vəli buradan türkçəsi də var, deyir ki, İlahi qərəətu babi rəhmətük biyəd rəcai və havaytu iləykə laciyən min fərt əhvai falan dai anun seyyidi və mevlai və mu'temidi və rəcai fi yox, elə hamısı şeydir. Hamısı ərəbcədir bunlar. Tamam. Bunları qoyaq qalsın, gedək o birisi kitaba. Son kitabdan ki, bunu da tarixi həman idi, o yazanı da həman idi, onun üçün bunlardan da keçirik. Bu kitabın son kitaba baxırıq. Bismillahirrahmanirrahim. Subhanikə Allahumə malikül mülki tu'ti el-mulkə mən təşa və tənzəul mülkə min mən təşa və təizzu mən təşa və təzullu mən təşa biyədikəl xeyri innəkə ələ kulli şeyin qədir və nüsəlli ələ rəsulikə Muhammedil muayyedi fil həlli vəl-aqdi minəl qələmi əl-mətin və ələ alihi və sahibihillezine kanu fil xərci və nəqdi qanəinə bi şeyin yəsiru əskənəhum Allahu fi ғرفil cinani likunihim məlazəl əbcemi əl-ғəfir bədə zalik. Əql və idraç sahiblərinə zahir və zehn و idraçi onlara gün gibi bahirdir ki, Haqqı Subhanehu Teala yeryüzündəki qullərinə padişahlar nəsib eylədi və onların təhti hökmündə vəzirlər və qazilər və əmirlər naminə bəzi bəllü yaşlı adəmlər imtiyaz etdik ki, gərək ədalətlə hökumətdə, gərək hüsn tədbir ilə siyasətdə ol padişahlara müin və zəhir olələr. Yəni ki, bilmədiklərini göstərib bu xüsusidə görər gözü və tütər əli və yürür əyağı yerində olələr. Fəəmma gərək sultan və vəzir gərək sairi hakim və əmir uləmanın qədri elm fəzilətini və uqəlanın fəhm mərifətini, nasihlərin təsir vəz və nəsihətini iş görmüş və necə issi və soyuq görmüş xidmətkarların haqqı xidmətini bilələr. Ləyaqət bəxşlıq edib olmaz əşxasa ali mənsəblər verib əyan məmləkətə müsəllət etməyələr. Zira ki Haqqı Cəllə və Əla həl yəstəvəl-ləzinə ya'ləmunə vəl-ləzinə la ya'ləmun buyurmuşdur. Yəni ki, əhl olənlər ilə nadan olənlər, əhl burada təcrübə sahabıdır. Əhl olanlar ilə təcrübə və elm, əhl olanlar ilə nadan olanlar bərabər dəcil idi edicini qullərinə tuyurmuşdur. Tuyurmuşdur, yəni duyurmuşdur, eşitdirmişdir. Madam ki padişahlar və vəzirlər bu dediyimiz üslub üzrə hərəkət edələr, o üç kitabı ki deyibdir, onları deyir və qərari edələr, sairi hökmlər daxi, hakimlər daxi ədl-i insafi adət edinələr. Edinələr, yəni özlərinin əllərinə getirir, onu adət edir. Ya, məsələn, biz maşın sürəndə, onlar ki, əvvəl maşın öyrəşirlər mənə tay, çox çətindir.
dəndəni nə cür verəcəyəm, qazı nə cür eləyəcəyəm, məsələn çırağı nə cür vuracağam dönəndə, yəni həm sürətimi azaldım, həm fərmanı burum, həm ora baxım, həm bura baxım. Bunları adam əvvəl, amma bir zamandan sonra adət eləyir. Yəni heç bilmir ki, ha zaman bunları keçdi elədi, gəlir çıxır sağlığına evinə. Ona deyirik adət. Ona hətta ərəbcə mələki zehni deyirlər. Yəni o qədər bir işi görürsən ki, onu mən məsələn bir zaman bir yolu gedərdim, öz evimizdən xalamgilə gedərdim. Məsələn, o qədər bu yolu gedib gəlmişdim ki, gözü yumru gedib gələ bilirdim. Bilirdim harda çala var. Harda gedəcəyəm qırağa, harda ortaya ilə gedəcəyəm bilirdim. Çünki mələkə zehni olmuşdu. Mələkə zehni budur. Bir işi çox görsən də onu o işi görərsən, qutararsan, mən bunu nə cür gördüm, yadıma düş gəlməz. Çünki mələkə olubdu. O sənin zehnində şey olubdu. Adət edinələr dövlətləri binası bərqərar və səltənətləri əsası payidar olur. Məmləkətlərinə xaricdən yaxud təxti hökumətlərinə ki, xaricdən əyazu billah yaramaz qəsd olunduqda, aqillərin rəyi, munirəsi və müdirlərin hüsn tədbirləri və uləma və süləhanın xeyr və duaları ilə ol fəsadatın rəf'inə çarə bulunur gərək. Çarə bulunur gərək. Rüaya və məraya gərək. Füqəra və əğniya huzur və rahatlə geçinür. Bu dəxi məlum ola ki, padişahların mülk dövləti bəqası ola sipah və rüayaya və cəmi uləma və süləhaya kəndüyü sevdirməklə olur. Saniyən aqil və dana biğərəz idü ki, zahir və hüveyda və ilm mərifətlə məşhur dünya ələl xüsus mənsəb sevdasından mübərra alimin üyüsün və kimin bilmiş təvarix elmini gərəki gibi əhatə qılmış bir iki pərhizkar müsahib ilə ülfət etmək heç olmazsa həftədə bir kərə bari anları gətirib söylətmək xüsusən haqqı sözü söylədiklərinə incitməyib rüxsət verməklə və onlar haqqında qərəz əhli sözlərin eşitmaməklə təəyyün bulur. Salisən əhval aləmə mütəalliq olan cüz'iyyatı yoxlayıb nirx ruziyə gərəki gibi müqəyyət olub hər nəsnəyi digər bəhasıyla satdırmaq nirx gözütməyib alışveriş edənləri büldürüb həm satanlara və həm alənlərə siyasət etdirməklə müyəssərdir. Siyasət burada kötək deyil ha. Dedim bunu bizə İranda pis məna eləyiblər. Zira ki nirx ruzi umuri külliyyədən ikən cüz'iyidir. Diyu padişahlar və vəzirlər müqəyyət olmadığı təqdircə mücərrəd şəhrin qazisi ol hökmü icra edəməz. Əmr siyasət kəndiyə mütəalliq olmamağın ol təriqə gedəməz. Bu təqdircə kişi istədiyi gibi satar halal malinə təmə xam ilə zəhər qatil qatar padişahların xidmətinə və səfərinə yaramayan ərazil nas külli malə malik olur. Əyyan məmləkət olub rəayətləri vacib olan əkabir fəqir olub əflas yollarına salik olur. Tamam bu cürsi görürsünüz ki
nə cür məmləkəti idarə eləsin, nə cür şey alsın, oradan gedir. Amma burada oxumuşduq. Məsələn, mən burada dedim bir Azərbaycan görmüşdüm. Gedim bu Azərbaycan məsələsini görmüşdüm bunu. Onu görsəm o bölümü oxuyayım. 2 bölüm mənə çox önəmli idi, amma Səlcuqilər, Səltənət Xarəzm. Bu kitab çox önəmlidir. Mən bu bölümünü oxuram dostlar. Azərbaycan haqqında 10-cu fəsl İmamçiyan ya da İmamiyan, Səlcuqiyan ki, Azərbaycan və axirlərdə və axir yerlərdə tului və nəhayəti zikri ilə. Səlatin Ali Səlcuqidən Sultan Ərslan biz deyirik. Burada Ərslan yazıbdır. Türkiyədə Ərslan deyirlər, bəli. Biz Ərslan deyirik. Ərslan vəfat etdikdə Toğrul nam Keçərk oğlu Keçərin oğlu qaldı. Türknam Keçrək oğlu qaldı. Həsən hüsn tərbiyətini Ətabəki Muhammədə ismərlədi. Madam ki məcbur Ətabəkün həyatdə idi, madam məcbur Ətabək həyatdə idi, ərkan dövlət Toğrul yerli yerinə idi. Müntəzəmül hal idi. Həman ki yalnız oldu, yəni o öldü Ətabək, əbri Üməra biri-birlərinə girdi. Əvvəla Qızıl Ərslan xuruc edib, Toğrul xanı tutub həbs etdi. Bir canibdən dəxi Şiraz hakimi Ətabək Sunqur xuruc edib, mülk-i şahi, pəs görürsünüz o zaman ki orada Şiraz deyilir, amma Fars deyilmir. Diqqət buyurun. Dəxi Şiraz hakimi Ətabək Sunqur xuruc edib, Məlik Şahi sədi və qaçırdı. Məlik Şahi sədi nə deməkdir? Məlik Şahi sədi və qaçırdı. Qaçırdı, okey, bu sədi nə deməkdir? Görüm, satla yazıbdır. Sədi və qaçırdı. Sədinin iyağını qoymamışdım. Buyurun, yerine də yazım. Sədi və qaçırdı. Bir də oxuyum bunu. Sədi və qaçırdı. Satla yazılıbdır. Mən də yazdım, onu düz yazdım. İndi görək ki, bunu nə deyir? Sədi və qaçırdı dərməti qədimi Türkiye Azərbaycanı دیده می شود. معنای آن را می توان اینگونه توضیح داد. Sədi صدایی بلند بانج فریاد یا صدای واضح قاçırdı میگرخت. بنابراین ترکیب sədi və qaçırdı yəni بانج بلند به گوش رسید و فرار کرد. O cür bir şey olmayacaqdı. Məlik deyir ki, xuruc edib Məlik Şahi sədi və qaçırdı. Yəni səs saldı ehtimalən. Sədi və qaçırdı. Onda səd türk sözü olacaqdı. Seda türk sözüdür. Onda sədi türk sözüdür. Səda türk sözüdür. Sədi və qaçırdı. Sadamaqdan gəlir bəlkə. Görün bu. Əcəba sədi ilə sadamaq arasında ilgi mi var? Aydad, qələt yazmışam sədini. Sədi və sadamaq ya sanamaq. Sadamaq. Deyir ki, rişəsi birdir, kökü birdir. Bəli, dəqiqən bir dəlillər. Təbii ki, mənası olar. Sədi, avaz-ı filan, Osmanlı برای گوشگیر Azərbaycan və Osmanlı
صداهای گوشگیر یا بلند. سدی صدا da odur. Tamam, ben bunu bilmirdim hiç. Fe'l است. صداmak fe'l است. فریاد زدن. Tamam, hamandır. Tamam. Bir sadi آنچه شنیده می شود. صداmak کاری که باعث صدی می شود. O sadamağa idi. Sadamakta idi. O sadamakta idi. Yani çağırdı. Sadi ile her şey dahil olur. Tamam. Sada sözü pes Türkçədir. Dedi ki, Sadi və qaçırdı və Fars və vilayətini qəbzinə aldı. Və bu təriq ilə Məzbur Sungur 16 yıl Fars iqliminə padişah oldu. Vafir xeyrat və həsənat və imarətlər inşa qıldı. Kəndündən sonra Qərandaşi Müzəffəreddin Zəngi bədehu anın oğlu Müzəffəreddin Teklevinə bunun bərabəri Atabək Sa'd ibn Zəngi və oğlu Sa'd ibn Əbu Bəkri və vinə anın vələdi Rəşidi Muhammed Şah 7 yaşında taxta cülus etdi. Anası Türkən Xatun 3 ilə qərib gözətdi. Naqisatül əqlidən ikən ərzi səltənətə xilal və birər vəzi olmadı. Deyir, bununla belə ki, xanım idi, naqisül əqli deyirlər, ax qədim ona. Deyir, bununla ki, naqisül əqlilərdən idi, amma səltənətə xilal və birər buruz bir vəzi olmadı. Səltənətə xilal verir bir vəzi olmadı. Tamam, düz oxuduq. Axır Muhammed Şah və vəfat etdi. Ovladı olmamaqla Atabəkilərdən Ümera ittifaqı ilə qəl'əyə vardilər. Yerinə Atabək Səlcuq Şahi calisi sərir etdilər. Hətta İstəxri qəl'əsində məhbus ikən izaz ilə Sədrü Səltənə gətirdilər. Moğul əskəri ilə savaş eylədikdə Moğul əskəri ilə savaş eylədikdə tələf oldu. Bə'dü Atabək benti Sa'di Xatuni taxta layiq gördülər. Yəni bir dənə xanımı Atabət eşi olacaq bu. Benti Sa'di Xatuni taxta layiq gördülər. Fəəmma Cengiz yıldızdan aman bulamadı. Amma Cengizilərdən düz oxudum indi. Amma Cengizilərdən aman bulamadı. Bu məhəldə Buz mehrün daxi dövləti zəvalə yüz tutdu. Pəs bu babidə mülk və dövlət getməyə səbəb Atabəkilərin küfran-ı nemətləridir. Vəli nemətlərinə qəsd edib. Bu necə humalini əllərindən aldıqlarıdır. Saniyən Ali Cengiz geri qoy leşker gibi. Saniyen Ali Cengiz gibi qəvi leşker qürbündə cah silər, cah övrət cinsindən, cah səbilər, cah pəs beləsi olacaq. Saniyen Ali Cengiz gibi qəvi
Ləşkər qürbündə cah səbilər, cah övrət cinsindən olan eylər təxtə keçib ali fənaya verdikləridir. Burada Azərbaycana bir şey, Azərbaycan, Şirazzad, bunlar gəlir Azərbaycan oldu. Diqqət buyurun, əgər burada Azərbaycan, Şiraz Azərbaycanın mərkəzi olur. Yəni Şiraz deyəndə Azərbaycan deyir. Şiraz sözü mən buradan düşünmüşdüm ki, Şiraz Azərbaycandır. Amma burada rəsmən Şirazdan danışır, deyir Azərbaycan hökumətləri bunlardır. Çox cəlib, bu taza bir şeydir. Bir dənə də burada bir ayrı bir şey görmüşdüm. Əgər o da görə bilsəm, amma indi o yadımda deyil nə idi. Burada da siyasəti yenə danışır. Məsələn, İranda da indi bu Farsan, nə mənə aqil və bahuş deyirlər, nə mənə vəziran aqil bahuş bu məmləkəti bu günə gətirdilər, yetirdilər və mütəəssifanə. Bir dənə bir şey oxuyacaqdım, amma görmürəm. Görsəydim, Çərkəslər Misirdə. Kitabın sonuna gəldik, yetişdik. Hər halda kitabı qutardıq. Allaha şükür olsun, bu günləri bir ciddi siyasi kitabla tanış olduq. Əlbəttə 3 kitab açmışdım, fikir etdim ki, onları oxuya bilərəm. Amma vaqiqiyyət budur ki, bunların da siyasi bölümlərinə keçmədim heç birisində. Müqəddəmələrini oxudum, siyasi bölümlərinə keçmədim. Bunlar siyasətdə bu kitab da çox mühümdür. Mən bunu da Allaha şükür eləyərək əlbəttə gedim bu kitabın adını orada değiştirim. Nə idi? Adabul Muluk. Mən bunun qabağında bir şey yazım. Rename eləyim, yazım. Əgər eləyə bilsəm beləsi olsa, yazıram nə mənə? Siyasət. Siyasət elmi. Tamam. Bunu yazdıq, siyasət elmi. Sabahları bu birisi kitablara baxarıq, ömür olsa və fürsət olsa o birisi kitabları da gəlirik. Burada biraz şey görürəm, yəni kitabları görürəm ki, çox önəmlidirlər və nə tür olubsa mən bunların bəzisində keçmişəm. Hər halda sağ olun, sağ qalın. Allah ömür verirsə görüşərik. Hələlik.